olsun inşallah. Akşamınız xeyir olsun. Dedim bir canlı yayın açım. Canlı yayında biraz danışaq ve insanların fikirlerini öğrenək. Bu arada TikTok'ta da canlı yayın açıram. Hem YouTube'da da canlı yayın açıram. İki platformanın ikisinde de canlı yayın açıram. Canlı yayında açmağım məqsədim budur ki, Azərbaycan xalqı niyə fil yuxusunda yatıb? Niyə qalxmaq istəmir? Niyə haqlarını, hüquqlarını tələb etməkdən çəkinirlər? Niyə? Yəni bu kütlə şəklində tamamilə qoyunlaşma gedir. Həqiqətən də biabırçılıqdır, həqiqətən də rüsvayçılıqdır. Çünki mən belə deyim, bu xalqın bu vəziyyətə gəlməyində sadəcə olaraq qorxu. Mən belə deyərdim ki, xalqın gözünün odunu İlham Əliyev alıb. İlham Əliyev alıb. Bilirsiniz nəyə görə? Mən bunu dəfələrlə deyirəm, yenə də təkrarlayıram, ömrü boyda təkrarlayacağım. Bax, mən dəyərlilərim. Neftin, benzinin qiyməti qalxdı, sələrkanın qiyməti qalxdı. Bildik, neft bizdən gəlir, amma nədənsə bunların qiyməti qalxır. Amma bütün dünyada benzin stabil olaraq eyni qiymətdə qalır. Niyə? Benzinin qiyməti qalxdısa, niyə qatarın qiyməti qalxdı? Məsələn, metronun da qiyməti qalxdı, oldu 50 qəpik. Bir oturup bir düşünən oldu mu ki, bizim bu metromuz axı benzinlə, neftlə getmir. Bunun niyə qiymətini qalxızdı? Toku hardan alır? Yaxşı, dedik ki, bu benzini Azərbaycan neft çıxır. Deyir, benzini mən Azərbaycanda istehsal eləmirəm. Cəmaatı qoyub qoyun yerinə. Bizim də qoyunlar kütlə şəklində İraq yaxşılarından İlham Əliyevin sadəcə olaraq nağıllarına inanırlar. Yaxşı, İlham Əliyevə burada bir sual verəm. Ay Azərbaycan Respublikasının giydirmə prezidenti üzdən İraq İlham Əliyev. Metronun, bilirik ki, metro sənin tokla işləyir. Toku Mingəçevir cəmaatı toku sənə pulla satır. Bəlkə biz bilmirik. Bəlkə Mingəçevir cəmaatı sənə toku pulla satır. Bəlkə Mingəçevirdəki su anbarında olan o suyu hansısa bir ölkədən alırsan. Bəlkə Azərbaycanda su qıtlığıdır. Heç bizim xəbərimiz yoxdur. Bəlkə deyir Azərbaycanda bilək də. Deyin bilək də görək. Bəlkə Azərbaycanda su qıtlığıdır. Bəlkə Xəzər dənizinin suyunu sən satırsan, ona görə Xəzər dənizinin suyu elənciylə 800.000 metr dava çəkilir. Biz bilək də bəlkə də doğrudan da satırsan sən bunu. İndi buna bildim ki, mənə gələn məlumata görə Pirallahı qəsəbəsində Emin Ağalarov dənizin ortasında ada tikir. Ada tikir. Hələlik adaya bırakılan maya 180 milyon dollardır. 180 milyon dollar adaya bırakılan maya. Mən buradan səslənirəm. Emin Ağalarov, 180 milyon dollar səndə hardandır? Hardan əldə elədin bu 180 milyon dolları? 180, hələ adanın bünövrəsinin qurulmağına 180 milyon dollar vəsait pul ayrılır. Pirallahı qəsəbəsində ada tikir. Buna sual verən lazımdır. 180 milyon hardandır? Bax, mən bunu həmişə deyirəm, yenə də deyirəm ha. Azərbaycan xalqının kütlə şəklində 5%-in çıxmaq şərtindən qoyundur. Ona görə qoyundur ki, haqlarını, hüquqlarını tələb etməkdən çəkinirlər. Nədən çəkinirsiniz? Niyə çəkinirsiniz? Niyə çəkinirsiniz? Danışanda Avropa xalqını, Avropa millətini pisləyirsiniz. Deyirsiniz ki, Avropalılar belə. Avropada olan haqq ədalət, Avropa xalqında olan haqq ədalətin bircə faizini göstər Azərbaycanda var. Avropa cəmaatı olan, necə deyim, mədəniyyət, olan o haqq uğruna mübarizə aparmaq,
Göstər ki, Azərbaycan xalqının 1%-də var. Yoxdur. Gündən-günə ürəyi istədiyi vaxtı qiyməti qalxızır, atırlar. Ayda İlham Əliyevin şeyi yoxdur, xəbəri yoxdur. Ay qardaş, İlham Əliyevin necə xəbəri yoxdur? İlham Əliyev öz ağzına dedi ki, mənim Azərbaycan Respublikasında bütün gedən gedişatların hamısından xəbərim var. Amma deyirlər İlham Əliyevin xəbəri yoxdur. Mən də burada Azərbaycan Respublikası prezidenti İlham Əliyevə səsləndirəm. Ay İlham Əliyev, Azərbaycanda bu qədər haqsızlıqlar olur. Bir prezident kimi sənin 5 qəpiklik yumurtadan xəbərin varsa, bu qədər işgəncələrdən, bu qədər qiymət artımından, bu qədər Azərbaycanda olan proseslərdən, siyasi proses, istəyir beləsinə proses, fərqi yoxdur. Niyə sən xalqın qeydinə qalmırsan? Niyə xalqın fikirlərini öyrənib bir demirsənmi ki, ay mənim gözəl xalqım, sən necə dolanırsan, nə ilə dolanırsan, sən balağı dolandıra bilirsən? Bir dəfə deyən olur bunu, soruşan olur sizdən, hansısa bir bölgə üzərində bələdiyyəsi mi olsun, icra nümayəndəsi mi olsun, o var heç olmasa sizdə? Hə? Bələdiyyəsinin beləsinə, bələdiyyəsinin qəbuluna gedəndə peçatı 5 manata 10 manata vurur. Sən o 10 manatı verməsən, sənə peçat vurmur. Niyə? Səbəb Azərbaycanın, belə deyim mən sizə, bu qədər sərvətlərini talayan Əliyevlər hakimiyyəti Azərbaycan xalqından nə istəyir? Mənə çox maraqlıdır. Yəni, bir hakimiyyət olaraq nə istəyir? Bax, mən bir şey deyəcəm sizə. Bir yaxları mənə bir veteranımız yazıb. Elnur bəy, bir qazi anası çıxıb deyir ki, bir canlı efirdə ki, Elnur Əliyev siyasi mediaya mən müraciət elədim, siyasi media mənim problemimi işıqlandırmadı. Bəli, işıqlandırmadı. Soruş niyə? Soruş səbəb. Səbəbi mən sizə izah edeyim. Birinci növbədə mənim kimliyindən asılı olmayaraq heç kimə borcum yoxdur. Heç kimə borcum yoxdur. Sənin oğlun İlham Əliyevin siyasətinin qurbanına çevrilib ön cəbhəyə girəndə mənə deməmişdi ki, cənab Elnur, bəy Elnur, mən gedirəm ön cəbhəyə. Məni qaydada maliyyələşdirərsən, məni reklam edərsən, mənə pul toplayarsan. Mənim kimliyindən, mənliyindən asılı olmayaraq heç kimə borcum yoxdur. Səni İlham Əliyev göndərib, İlham Əliyevdən gəlib tələb eləməlisən. Sən İlham Əliyevdən tələb eləmirsən, gəlib məndən tələb edirsən. Birinci ol mən. Məndən niyə tələb edirsən sən? Sən gedib qazi olanda gəlib mənə demişdin. Müharibəyə gedəndə mənə müraciət eləmişdin ki, mən müharibəyə gedirəm, ay Elnur. Mən müharibədən qaydanda, sən mənə reklam eləyərsən, sən mənə pul yığarsan. Niyə? Niyə gedib İlham Əliyevdən istəmirsən, sən haqqımı gəlib məndən istəyirsən? Məndən niyə istəyirsən ki, mənim sənə borcum yoxdur? Mənim heç kimə borcum yoxdur. Mənim kimliyindən, mənliyinə asılı olmayaraq, mənim heç kimə borcum yoxdur. Mən deyəcəm sizə, bu xanıma deyirəm ki, mən səni işıqlandırıram. Bir dənə mənə bir dəqiqəlik video çəkər. Deyirəm, mənə bir dəqiqəlik video çəkər. Valla pis demirəm ki, mən görəm evin divarını çəkir, atır, küsəni çəkir. Deyirəm, ay xanım, ay gözəl insan, mənə divarı çəkib atmayı, mənə bilirsən nəyə çəkər? Demirsən, qazi anasıyam. Super, qəşəng, əla. Mən səni işıqlandırıram. Zaten mən hər kəsi işıqlandırıram. Amma gedirsən, bəzilərdə heç kim videosu işıqlandırmır səni. Deyirəm, siktir, vızqırt. Ən çox xəbəriniz var, blogerlərin siyasində 3 dənə siyasi bloger varsa, onlardan da biri mənəm sizin efirlərdə sizi işıqlandıran. 3 dənəsi, 5 dənəsi varsa, elə onlardan da biri mənəm. Bilirsiniz niyə? Bu xanıma deyirəm ki, ay xanım, mən divarı neyinirəm çəkmişsən? Qazini göstər görək, qazi kimdir? Deyir ki, mən qazini göstərə bilmərəm.
Bütün yazmışlarında qalıb hamısı ya. Saxlamışam. Deyir ki, mən qazını göstərə bilmərəm. Deyirəm, başa düşmədim. Mən vətəndaşlarımdan, mən izləyicilərimdən müraciət edirlər. Onlar sizə pulu mənə görə göndərirlər. Sənin ağ gözlü, ağ qaşlı aşıq olmayıblar. Mən xahiş edirəm, mənə hörmət edib göndərirlər sənə pulu. Mən bir də burada çağırış elan eləsəm ki, mən izləyicilərim heç kimə pul atmayın, Allaha and olsun atan deyirlər. Heç kimə atan deyirlər. Bunu mənim izləyicilərim deyir, öz boğazından kəsib sənə göndərir. Yəni mən desəm atmacına atan deyirlər. Heç kim atan deyil. Qardaş, deyirəm qazinin vəsiqəsini göstər də mənə. Görün bu da aram qazisidir. Deyir ki, qazinin vəsiqəsini göstərəm mən. Oy qardaşım mənim, gözəl insan, mən səni necə işıqlandırım deyim ki, bu qazi anasıdır. Bu qazi anasıdır. Bunu işıqlandırım. Bunu necə deyə bilərəm mən? Məntiq də, bu necə deyə bilərəm mən? Gedim anasını canlı efirdə deyim, Elnur Əliyev siyasi media deyir ki, mən səni işıqlandıra bilmərəm. Bəli, mənim sənə borcum yoxdur, nədir sənin ətrafındakına heç kimə borcum yoxdur mənim. İşıqlandırmıram. Sən çünki özünü sübut eləmirsən. O günləri bir xanım mənim canlı efirimə qoşulub, deyir ki, 507 jetonum var, çox xahiş edirəm, 507 jetonu 9 manata satıram. Deyirəm ki, ay xanım, niyə satırsan ki o 507 jetonu? Deyir, balamın çörəyə ehtiyacı var. 8 aylıqdır, ərim ölüb. Mən də balam ac qalmasın deyənə 507 jeton satıram. Mən 45 dəqiqə canlı efirdə dilənmişəm. 45 dəqiqə canlı efirdə dilənmişəm. Deyirəm ki, məni dilənçi kimi qəbul edin. Ev yox. Gəlin bu balamız ac qalmasın. Körpəmiz ac qalmasın. 80 manat pul yığdım ona. Və bütün izləyicilərindən xahiş eləyə. Yalvara. 80 manat pul yığdım. Və mənə axırda atdı bloka dedi, sikdir. 80 manatdan sonra. Atdı bloka çıxdı getdi. Bütün ona pul atanların hamısı da götürdü atdı bloka. Yani sonuç ne oldu? Sonuç ne oldu? Bak sonucu mənə deyin. Ne oldu sonuç? Hətta mən ona dedim ki, bax, mənim başqa bir izləyicilərim də var. Vallahi o 80 manat heç bir şeydir. Heç nə deyə 80 manat ha. Amma insanda qeyrət, namus, vicdan yaxşı bir şeydir. Sən o 80 manatı yedin. 5 dəqiqəsini yedin. Bir günə, 3 günə xərclədin. Bəs sonra, bax, bəs sonra, mən sənə 80 manat ona buna, yaxın, bax, mən izləyicilərə ona buna deyəndə, izləyicilərimə ağız açaraqca, nə bilim, vallah deyirəm, bax, demişəm ki, bax, dilənçi, məni dilənçi kimi qəbul edin. Sonra sən mənə yazırsan ki, bir kəm o da yazır, sikdir, atdı mənə bloka, hər yerdə atdı mənə bloka, izləyicilərim ona pul atanlar da atdı bloka, mənim izləyiciləri də atdı bloka, 80 manat ki, 80 manat sənin, mən sənə heç bir şey demirəm ki. Vallahi, indi vallahi, 80 manat yəqin ki, sənin dərmanlarınıza qismət olar da, bir gündə çıxıb burada səsindən tanıyacam olsa da, IP adresi, evin adresi kimi məndədir. Məsələn, 2 dəqiqənin içində, 2 dəqiqəlik yəni, 2 dəqiqənin içində, məsələn, evin içinə girərəm, sonra sən çıxarsan, buradan təzdən yalvararsan, mən ona görə istəmirəm. Yəni, istəmirəm ki, sənə qarşı mən nəsə səhv hərəkət edeyim. Başa düşdün? Olmaz, insanın gərək qeyrəti, insanın gərək vicdan ola, bildiniz, ayıbdır, sən, yəni, ondan heç bir şey olası şey deyil. Mən ona görə deyirəm, ona görə deyirəm. Bəzən elə fikirləşirlər ki, qazilərimiz, veteranlarımız, Elnur mənə eləməlidir də, bunun borcudur. Mənim borcum deyil, qardaş, mənim heç kimə borcum yoxdur. Nə heç kimə, kimliyindən, mənliyindən asılı olmayaraq. Kimsə müharibəyə gedəndə, mənə gəlib deməmiş ki, mən müharibəyə gedəcəm. Müharibəyə sizi İlham Əliyev göndərim. Canım çıxsın, canınız çıxsın, gedin İlham Əliyevdən istəyin, haqqınızı, hüququnuzu. Tələblərinizi İlham Əliyevdən istəyin. Məndən heç kim istəməsin. Mənə gəlib kimsə müraciət eləməyib.
Mənə deməyib, mən gedirəm vuruşmağa, qaydanda mənə baxarsan. Mən sənə niyə baxıram? Mənim sənə borcum yoxdur. O vətəndə sən yaşayırsan, sənin olsa zaten sən haqqı tələb edirəm mən. Zaten belə haqqı tələb edirəm. Git canın çıxsın, git İlham Əliyevə dinən, İlham Əliyev, məni necə müharibəyə göndərmirsən? Məni necə müharibəyə göndərmirsən? Elə o tərəfdə getkinlə haqqı tələb elədi İlham Əliyevdən də. Bəli, əlbəttə ki, bunu izləyicilər yazır ki, Elnur bəy, düz deyirsən. Bəli, İlham Əliyevdən haqqı tələb eləmir, mənə yazın. Bir veteran mənə yazır. Sən niyə o ananı efirə çıxartmamısan? Mənim o anaya böy. O ana üzünü gizlədirdi. Üzünü gizlədirdi o ana. Yəni, deyir ki, mən üzümü göstərə bilmərəm, neyniyə bilmərəm. Ananın foto şəkilləri də gəldi mənə. Ananın evdən videoları da gəldi mənə. Sağ olsunlar. Hamısı məndədir. Burası mən özümü yenə də sığışdırmıram. Mən sənə 2 dəqiqə içində, yəni, sən 2 dəqiqə, valla, evimin içindən video çəkdi taraflarından. Heç özünün xəbər olmamış. Evin içinə girib çıxan adam. Video çəkdi atdı mən. Göndərdim, sağ olsun. Girdi, videonu çəkdi, çıxdı. Yəni, sənin heç bir şeydir. Yəni, o videoda var məndə. Sənin görüntülərində var məndə. Yəni, olmaz. Sən, yəni, qazilərin, veteranların adından istifadə edib, onları aşağılamayın, onları əksilməyin, onları əzməyin. Başa düşdünüz? Belə şey olar, əskərlikdən gələni təzdən təlim aparıb bu qədər. O mənə deməyi, ay qardaşım, ay xanım, onu mənə niyə deyirsən ki? Səni əskərliyə təzdən gəlib təlimə aparana çıxın deyin də o sözü. Təzdən səni təlimə gələni aparana çıxın deyin də o sözü. Mənə niyə deyirsən ki o sözü? Mən pirçon mən. Onları bəyəm ön cəbhəyə göndərən bəyəm mənəm ki, çıxın onlara deyin də, gedin onlardan haqlarınızı, hüquqlarınızı tələb edin. Deyin ki, İlham Əliyev, sən bizi niyə aparırsan? Sən Niqodluları təzdən niyə 3000-5000 verən Niqodluları təzdən bir də aparsan təlimə? Səbəb nədir? Əgər işğaldan azad olunubsa bütün torpaqlar təlimə niyə təzdən cəlb olunur? Sən bunların hamısını deməlisən də. Başa düşdün? Deməlisən. Sən bunların hamısını deməlisən. Bildiniz? Onu mənə deməli deyilsən. Onu İlham Əliyevə müraciət eləməlisən. Qazi olaraq, veteran olaraq kütlə şəkilində toplaşmalısınız. Başa düşdünüz? Kim yoxdur, video çəkin, sosial şəbəkələrdə paylaşın. Mən də həmin sosial şəbəkədə götürəcəm, YouTube kanallarında paylaşacağım. 3 dənə məşhur YouTube kanalım var mənim. Yəni, kəşfətdə olan. Bir dənə videonu atıram, atan kimi 150-200 min baxış sayı gəlir. Bax belə. Atan kimi 150-200 min baxış sayı gəlir. Sən at ki mənə, mən o YouTube kanallarımda və yaxud da TikTok, 23 dənə TikTok platformam var, 3 dənə Facebook platformam var, Twitter, ən yüksək Twitter məndədir, Twitter platformam var, Facebookum var, nə bilim, nə istəsəm vardır, nə istəsəm var. 18 min Instagramımı saxlamışam zapasda, əl dəymirəm. Yəni, sosial şəbəkədə boluq. Siz eləmirsiniz, heç kim eləmir. Elə cəhəb belə edir. Bax, mən yenə də deyirəm. Gəlib mənə müraciət eləyənlər mənə pul yığ. Bax, mən sənə 50 manat yığdım, 100 manat yığdım, 200 manat yığdım. Düzdürmü? 500 manat yığdım. Sən 5 gündən sonra yenə gəlib deyəsən ki, mən pul yığdım. Ay qardaş, ay xanım, mən sənə öhdəliyimə götürməmişəm. Kim üçün qazi olmuşsan sən? Kimdən ötəri qazi olmuşsan? Kimdən ötəri veteran olmuşsan? İlham Əliyevdən ötəri, getdin İlham Əliyevdən haqqını istədir. Deyir, ya İlham Əliyev, mənə belirəmsən də, mənə edirsən. Gedəndə harası gedəndə mənə deyib getməmsən ki. Valla, gəlib İlham Əliyevdən haqqınızı istəmirsiniz. Amma gəlib eləncinə, bəziləri gəlib elə geçə, gəlib mənə dilənir. Mənə şöhrədə, sən məni qalxızırsan, deyirəm, yox. Niyə? Deyirəm, qorxsunam, kayfım belə istəyir. Zor edirəm. Sayt rəhbəri mən deyirəm, qalxsın. Getdim, deyir, filan kəsə deyir, müraciət elədim. Bir dənə şeyə, deyir, yox, mən heç kimə pul yığmıram. Dedim, bəli, baxma ki, 500 min, 1 milyon səhifəsi var. Heç kimə pul yığmır. Heç kimə, çünki mən pul yığanları gördüm də. O günləri gəldi, burada bəziləri qoşuldu mənim platformama. 150-250 manat mənim şey lazımdır, pul lazımdır. Qardaş,
Başımı məsəl üçün biri var idi burada mənə deyib ki, xakirəm. Hanı olar? Hanı? 250 manat yığıldı. Qeyrətinə nə elət, namusuna nə elət, vicdanına nə elət. 250 manat yığılana qədər mesajlar da qalır. Allah şahidimdir ki, 250 manat yığılana qədər hər gün mənə zəng edirdi. 10 gündür 250 manatın yığmışam. Kişiliyimə and olsun deyirəm, bir dəfə də olsun zəng edir, bir dəfə olsun yazmayıb ki, Elnur qardaş necəsən vəziyyət? 5 gündür niyə canlı yayım açmısan? Bir dəfə də olsun şey eləməyib. Ay niyə? Bəs vicdan, qeyrət, namus, gözəl hiss daxı. Bəs sən səhət üçün yenə də mənə gələsən. Həri, Həsən Qazi. Həri. Hə? Niyə? Ba niyə? İndi mən sənin şəkilini sosial şəbəkədə yayım ki, bu maşinlikdir. Hə? Burum sosial şəbəkədə ki, bu maşinlikdir. Necə olacaq bu? Hə? Sonra 3 dəqiqədən sonra, 5 dəqiqədən sonra yapışasın axı məndən ki, başıma dönüm, qurban olum, silginəm onu. İstəmirəm axı. İnsan vicdanımız yaxşı bir şeydir. Mən istəmirəm axı, mən deyəm qıraqdan baxıram, görüm mən kömək elədiyim, mən ağzı açdığım, mən ağzı açıram, başa düşdün, sən mənim vasitəmlə yığırsan. Sənə heç kimsən, mən burada bir kəlmə desəm ki, bir dənə sosial şəbəkədə bir dənə video çəkib, həmən şəkildə qoysam ki, bu qaziyə heç kim etsin atmasın, Allaha and olsun heç kim etsin atmayacaq. Bu dəqiqəsində ən məşhur qazimiz, Manaf Cəlizadə ilə mən həmən qaziyə yardım topluyorduk. Manafla mən. İndi Manafla mənə deyir ki, bunlar vətən xainidir. Yox. Emil ağzıma gələn yazsın, bura. Deyir ki, indi bunlar vətən xainidir. Niyə? Asaman aldırdıq verdiyi altıma. Ürəyin istədiyin vaxtı, ürəyin istədiyi yerdə gedirsən, şellənirsən, kabab çəkirsən, orada, burada. Niyə? Gündəmə gətirdik, indi biz olduq vətən xaini. Yardım elətdirdik sənə, səndən ötəri biz həyatımızı təhlükəyə atdıq, indi olduq biz vətən xaini. Amma bütün günü yalvarırdın ki, başınıza dönüm, qurban olum, ayağımın dərmanını ala bilmirəm. Niyə? Amma mənim sənə heç bir borcum yox idi. Amma sənin mənə borcun var, mənim sənə borcum yoxdur. Mənim heç kimə borcum yoxdur, nə də mənim izləyicilərimin borcu yoxdur. Mən burada həmişə səslənmişəm, müharibəyə yox deyin, müharibəyə gedən insanlar mənim üçün loxdur. Lox. Başa düşdünüz? Cənab Noləlik, düzdür, burada ulayan vaxtlarını unudub. Bəli, Cənab Noləlik. Bəli. Bildiniz? Vallahi Allah haqqı, Qurana and olsun deyirəm. And içməyi sevmirəm mən. Prosta inanasız deyənə edirəm bunu. Bilirsiniz necədir? O qədər insanlar olub burada. Bax, bu Emil son 10 manatını belə deyib. Elnur, 10 manatımı atdım ona. Deyir Emil, 10 manat at. Cibindəki son 10 manatı. Mənim burada o qədər izləyicim olub, belə bir, Elnur, valla cibində 4 manat pulum var, 3 manatını atıram ona mənim qardaşım. Bax, sənə xət. Deyirəm ki, bunları heç olsa unutmayın da, ayıbdır axı. Valla ayıbdır. Mənim izləyicilərim zaten kasıbdır. Mənim izləyicilərim zaten Azərbaycan Respublikasını bezib. Zaten bax, burada olan insanlardır. Gözlərinə qan yığılan insanlardır. Qadınlı, kişili, uşaqlı. Başa düşdünüz? Zaten bax, buradadılar. Bəs siz bunların əziyyətini, siz bunların zəhmətini unudandan sonra, valla bunlar 2 dəfə gəlib yetişmə yardım eləməyəcək. Mən 80 manat uşağın acı olduğuna görə 80 manat yığıram, sonra mənim üstünə 15 dəqiqədən sonra mənə deyir ki, siktir yazır və atır əngələ. Bəs sonra nə olacaq? Bəs sonra nə olacaq? Bəs sonra bax, bunu atdın, sən mənə atdın. Bir dəfə, 4 il bundan öncə, mənim izləyicilərim bilir, 4 il bundan öncə bir xanım qoşuldu. Dedi ki, uşağım xəstədir. Nəsə bir gün içində 800 manat bir pul yığdım. 600 manat səhər gün yığdım. Dedi, sonra bir müddət keçdi üstündən. 3 gün belə. 3 gündən sonra mənə dedi ki,
Vay vay Elnur, nə oldu? Ha, uşaq öldü. Necə? Ha, uşaq nə bilim öldü də, hə, öldü. Ha, öldü. Bəs bunun hüzuruna pul yığmaq lazımdır. 2400 manat pul yığdıq bir gün içində. 2 saat içində 2400 manat pul yığdıq. Mən birdən-birə ağlıma gəldi ki, sən dalboyubsan. Hə? Sən başın çatır. Bir araşdı da, deyirəm ki, o uşağın meydini göstər mənə. Elnur şey qazdırır orada. Mən oxlayır burada. Allah haqqı. Mən orada uşaq qəbri qazdıracağım. Böyle qəbri ona qismət olmasın. Necə uşağı yazıqlar olar. Mən uşaq qəbri qazdıram orada. Elnur bir də ağlayıram. Bir də gözümdə yaşlar canlı ifirdə. Pis olmuşam həqiqətən də ki, bu uşağın dərmanlarını biz yığdıq. Nə uşaq xəstə deyil, nə uşaq qoz kimi deyil. Uşaq kaçeli dizadda yerlənir, videosunu çəkdi, atdılar mənə orada, adam göndərmişdi. Özüm ölüm, videosunu çəkdilər, atdılar. Və heç bir şey demədim ki, hə. Valla, prosto. Loxam da, ya özüm ölüm loxam. Həqiqətən də ya. Valla, istəmirəm, deyirəm, xanımdır burada. Valla istəmirəm. İndən sonra kim yardım istəsə, deyəcəm, deyirəm, İlham Əliyev, sən peysərsən. Bu söz deyirəm, sənə yardım elətdirək. Deyəcəm, İlham Əliyev, çıx deyirəm. Sonra bilirsən nə deyirəm? Mən deyirəm ki, mən liboy bir insan deyir ki, mənə video paylaş. Mən paylaşıram, yenə də paylaşacağım. Amma videonu çəkəcəksiniz və orada deyəcəksiniz, Elnur bəyin vasitəsilə, siyasi media kanalı rəhbəri Elnur bəyin vasitəsilə. Orada mənim adım səsləndirəcəksən. O günləri 2 dənə qazi, Akşin, mən də sənin Akşin, qarşılıqlı soxum, qarşılıqlı. Mən səndən qabaq soxum, soxan yerdə boğulub öləsən. Yaxşı mı Akşin? Mən mamana da itəliyim Akşin. Bax, bir də qızım varsa qızıma itəliyim Akşin. Bax, bir də ki, qazi mənə yazıb burada, deyir ki, bəs ay Elnur, mənə kömək elə, deyirəm, mənə problem yoxdur. Deyirəm ki, mənə bir dəqiqəlik video çək, videonun başlığına yazır ki, siyasi media kanalı rəhbəri Elnur bəyin vasitəsilə. Deyir ki, yox, mən onu deyə bilmərəm. Deyirəm, alam. Deyəmsən, mən cüzərimdir, qaracı oldu. Niyə paylaşmalıyam? Sən mənim adımı çəkmirsənsə, sən öz vəcibə pul yığarsan, mənim adımı çəkməsən, sən? İlham Əliyev qoy görsün ki, mən əziyyət çəkirəm, mən qışqır bağır eləyirəm, mən çağırış eləyirəm, mənim izləyicilərin vasitəsilə. Boşa düşmür, sən mənim adımı çəkməyəndən sonra mənim nəyimə lazımdır? Hə? Mənim nəyimə lazımdır? Bax, mənim nəyimə lazımdır? Səhv deyirəm, sən mənim adımı çəkməlisən. Belə ki, şəklimi də tutmasın əlində, İlham Əliyevin əvəzində mənim şəklimi vurmasın arxağa. Çünki sənin bu günləri evə alınan produkt biz siyasilərin, biz blogerlərin sayəsindədir və mənim izləyicilərimin sayəsindədir. Bəli, belə olmalıdır. Mən sənə deyim, mən sənə burada durub cəmaatdan ağız açın, dil töküm, sən gözü İlham Əliyevin şəklini vur gününü, naxuyumdur. Sən İlham Əliyev elə maraqlıdır. Getkinə şeylə də. Başa düşdün? Kürt mamana salam de. Başa düşdünüz? Belə olmalıdır. Yox. İndən sonra bu gündən beləsi nədir? Bu gündən sonra beləsi nədir? Yardım istəyən insan, uşağı varsa, uşağının da videosunu çəkməlidir. Uşağının da videosunu çəkməlidir. Belə lazım olarsa həyat yoldaşının da videosunu çəkməlidir. Həyat yoldaşı etiraz eləsin. Həyat yoldaşlarımız etiraz eləsin, video çəksin, paylaşsın. Bildiniz? Qardaş, birinə pul toplayırsan, yığırsan birinə pul, üstünə 5 gün sonra belirir. Mənim yeni pula ihtiyacım var. Mən səni saxlamalıyam bəyəm. Mən səni bənim öhdəliyimə götürmüşəm. Elə otur burada, izləyicilər də cəmaat geçsin. Nə bilim, Məmmədovu, nə bilim, Afağı, nə bilim, məsəl üçün Milası, nə bilim, Məmmədi, Əhmədi geçsin, eşək kimi, bütün gün işləsin. Bütün günü nökər kimi işləsin. Gəlsin, 10 manat buna, 3 manat buna, heç bir şeydir. Oturmuşam, valla mənə deyiləcəksə bir şey olsa, verin yiyim də mən də, oturun bütün gün yiyim, içeyim. Olsa siz öyrəşmişsiniz də, yəni, belənçisində şeylər. Çünki babaşa da gelib atırsınız. Babaş orada eşək balası kimi, domuz kimi tıxıyır. Sizlər çoxunuz da İraq yaxşılarınızdan. Babaşın ağzına baxsın. Babaş! O da deyir, toyuq çamamı. Babaş! O da deyir, antikot ya. Ay babaş, babaş bir kartımda pul tutardı. Gözlə 2 dəqiqə gəlsin. Zırıb babaşın kartına 300 manat, 500 manat gəldi. O günləri Sako belə verib.
Ay, restorana getmək istəyirəm. Bir Targovda bir restoran var, oraya getmək istəyirəm. Mən kim pul atar? Allaha and olsun deyirəm. Bir dəqiqənin içində 1500 manat kartına pul gəldi. Bir dəqiqənin içində. Ha, zordur da. Valla zordur. Otur burada, yiy, iç, kayfla. Otur, səhərdən akşama kimi, işləməyim, eləməyim, uğraşdı, çıxma belə oturum belə. Tüm gün oturaq, yiyəcək, danışaq. Kef eləyək. Pulat, 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 pulat. Valla kef eləyək də özümüzsün, özümü ölüm. Nə var ki burada? Haqq hüquqa tələb eləməyə də gələndə, sən vətən xainisən. Deyirəm, niyə? Sən xaricdə oturmuşsan, vətən xainisən. Deyirəm ki, bizim özünə hörmət edən qardaşlarımız, avtoritetlərimiz, lotlarımız, oğurlarımız, mənəm deyən oğurların avtoritetlərinin özü Azərbaycanda oturub, hərəkət eləməyib. Hamısı Moskvada, Türkiyədə, orada, burada oturub hərəkət edib. Mən bunu ağzıma gəlib demək istəmirəm, amma yenə dedim. Hə? Hansı Azərbaycanda oturub lotluq eləyib? Niyə? Çünki bilirlər ki, Azərbaycan hakimiyyəti quldur rejimdir. 2 dəqiqə üçün torbasını tikəcək. Ağıllı insan Azərbaycanda oturub nəsə söz danışar? Hə? Yəni mənim kimi söz danışar deyirəm ha? Yox. Kim eləyər? Eləyən olar? Görmüsünüz hansısa bir özlü var elə bir insan Azərbaycanda oturub lotluq eləsin? Var? Sıraz qamarlayır, aradan götürürlər. Aparırlar, öldürürlər. Çünki İlham Əliyev deyir ki, bir dənə lotum mənəm, pis yox. O qardaşlarımız da bilirsən niyə gedir başqa bir ölkədən şey deyir. Bilir ki, Azərbaycan xalqında şey yoxdur da, biri yoxdur. Bu səhət tutub aparıb basanda içəri, yetimi, hamısı da öz kayfında, öz kefində olacaq. Bildin? Heç kimin qozuna deyil. Heç kimin qozuna deyil. Bildiniz necədir? Heç kimin qozuna deyil. Ona görə də qardaş, mənə belə xoşdur. Mən gəlib orada özümü öldürtdürməkdənsə, Azərbaycan hakimisən düşəndə də gəlib kişinin əlinə düşən. Bildin? Deyir, gəlib kişinin qolunu da kişi bağlayar. Azərbaycan məmurlarında elə o kişi yoxdur ki, qol bağlayar. Gəlib kişinin qolunu da kişi bağlayar. Orada deyir, gəlib kişinin qolunu da kişi bağlayar. Gəlib kişinin qolunu da kişi bağlayar. Gəlib bu qolu kişi bağlayar, kişi. Azərbaycan hakimiyyəti kimi arvadını satan petlələr yox. Başa düşdünüz? O da zaten indi öldüm, 5 ildən sonra öldüm, 10 ildən sonra öldüm. Fərqi nədir? Axır əvvəl bu dünyada heç kim qalmır. Bu dünyada heç kim qalmır. Amma gələk öləndə kişi kimi öləsən. Ən azından haqqlı hüququ tələb eləyəsən. Qanı təmiz öləsən. Şərəfsizcəsinə yox, şərəfcəsinə öləsən. Bildiniz? Ən azından bu günləri mən Avropada gəzəndə mən özümlə fəxr edirəm. Mən özümlə fəxr edirəm. Bilirsən nəyə görə fəxr edirəm? Çünki kimliyindən, mənliyindən asılı olmayaraq görəndə əli ilə göstərir. Elnura baxın, Elnur gedir. Bax belə. Çünki o məni barmaqla göstərən insan gəlib burada mühacir kimi təslim olub, bir dəfə də olsun çıxıb canlı efirlərdə danışmayıb, başa düşdün? Qorxub. Qorxmusan. Sən qorxmusan. Amma mənim üstün cəhədim odur ki, mən qorxmuram. Demək, sən qorxaqsan, amma mən yox. Deyəcəksən ki, niyə? Qorxaq deyirsən, çıx canlı yayında, açıq aşkanda, mənim kimi bir dənə dinən ki, mehriban, bir gecə mənimlə yat. Bir dənə buna dinən çəkim durağa. Deyə bilərsən? Hər oğlu, hər kişiyəm deyənin kişinin hünəri deyil. İlhamı söysün. Var elə bir oğlu. Bu Avropada yaşayanlardan deyirəm, ha. Gəlsin, çıxsın, desin ki, İlham, bax mən üzümü açmışam, bax belə danışıram. İlham, sənin var yoxla giyindirim. Çıxsın, desin. Hər özünə kişi deyən onu çıxıb deyə bilməz. Qeyri-mümkündür. Qeyri-mümkündür onu demək. Çünki sən istəmirsən həyatını təhlükəyə atasın. Öz dinciliyi, gəlmirsən Avropada gözəl şəraiti,
hər bir şeyin ucuz olduğunu, ürəyin istədiyin maşını görmüsən, ürəyin istədiyin yaşay tərzini görmüsən, ürəyin istədiyin maaşı görmüsən, istəmirsən başın ağrısın. Mən də səni qınamıram. Bu sənin tərzin, bu da mənim tərzim. Mənim getdiyim yol sadəcə kişi yoludur. Bu yolu hər kişi gedə bilməz. Hər kişi gedə bilməz bu yolu. Allaha and olsun gedə bilməz. Mənim burada elə tanışlarım olub ki, danışıb güldüyüm insanlar olub. Mən İlham Əliyevi söylədiyimə görə məni dostluqdan çıxardı, TikTokdan çıxardı. Sual vermişəm, niyə? Mənim başıma problem açılar ona görə. Problem yox, sən sadəcə qorxaqsan. Sən sadəcə olaraq qorxaqsan. Amma vəsiqədə kişi yazıla bilər. Kişi vəsiqədə deyil. Kişi əməldədir. Kişi göstərişdədir. Bəli, belə olmaq lazımdır. Belə olmaq lazımdır. Bizim Azərbaycanda elə bəylərimiz var, elə xanımlarımız var. Allaha and olsun. Milyon dənə kişiyə dəyər. Elə bəylərimiz də var. Sadəcə olaraq, mən yenə buradan çağırış edirəm. Mənim dəyərli həmvətənlərim, çox xahiş edirəm sizlərdən. Siyasi mühacirlər, siyasi həbsdə olan siyasilərimizin ailələri ilə əlaqə saxlayın, hərəsindən bir dəqiqə video çəkib atsınlar mənə. Başa düşdünüz? Bir dəqiqə video çəkib atsınlar mənə. Və mən onu paylaşım. Bir dəqiqə TikTok'a şey gəldi, siz ekranı bəyənmirsiniz, şikayət atdılar. Mehriban, mənimlə bir gecə yat, İlhamdan gizlin. Bir gecə yat mənimlə, yaxşı olacaq. Bir dəqiqə qayıdıram təzdən bura. TikTok'a qayıdıram, bağlayıb açacağım. TikTok belədir də, Niseryozno platformadır, YouTube izləyicilərim, Allah'ın da olsun. Niseryozno platformadır. Niseryozno platformadır. Bir nəfər yazıb, şükür siz yaxşılasınız, mənim anam xəstədir, ona dərman alacağım. İnşallah sizdən mənə 10 manat pul ata bilərsiniz. Mən o pulu qaydacağım. İnşallah atam yoxdur, yoxsa istəmərəm. Baxın, bir dəqiqə TikTok'da gəlib mənə, bir dəqiqə TikTok'da gəlib, bir cavan, bir körpə gəncimiz yazıb Aysu adında. Mənim anam xəstədir. Ona dərman alacağım. İnşallah sizdən mənə 10 manat pul ata bilərsiniz. Mən o pulu qaytaracağım. İnşallah atam yoxdur, yoxsa istəmərəm. Bax, gəlib. Salam, canlıdayam. Bax belə. Təzdən açaq. İnandırım ki sizi. Ayda səhv elədim. Bilirsiniz nə qədər mənə şikayətlər gəlir. Nə qədər məndən köməklər gəlir. Mən sadəcə buradan demək istəyirəm ki, siz mənə aldadırsınız. Mənim saflığımdan istifadə edirsiniz. Siz mənə atırsınız. Mən də gözüm qorxur, başqalarından yardım istəyə bilmirəm. Mənim dəyərli izləyicilərim. Ay Azərbaycan övladı. Ay qeyrəti namusu olan millət. Sizdən çox xahiş edirəm mən. Məni 5 manata görə aldatmayın. Mən valla bilirəm, aldanmıram mən bilirəm. Sadəcə mən Allah rızası üçün yenə istəyirəm. Sizdən çox xahiş edirəm. Vicdanınız, qeyrətiniz, namusunuz olsun. Məni o 10 manata görə yalan danışmayın. Çünki sən səhər üçün 10 manatı əzizivin, balavın dərmanına verərsən, balavın elə bir xəstəliyi olar ki, milyon da yıxsan ona çatdıra bilməzsən. Bax, TikTok platformasında Seyma xəstəliyi adında bir cavan gəlin bütün gün uşağını qoyub YouTube kanalı bəyənin də çox xahiş edirəm.
Bir də mən YouTube kanalında paylaşım YouTube kanalını Facebookda. E, Deməli, sema xəstəliyidir, nədir? Mənə başım çıxmır ondan. Bir xanım video sosial şəbəkədə paylaşır. 2 dənə də yanında bir xanım var. Uşağı da qoyub, uşaq da ki, nəfəs gedir, gəlmir də, konkret deyir ki, bu dəqiqə uşaq öləcək. Ürəyim dözmədi. Mən açığı elə insanlara dəstək oluram, yəni jeton baxımından da dəstək oluram. Halal xoş olsun. Qoşulun bu cavan gəlinin efirinə. Dedim, xanım, mən sizə kömək oluram. Mən sizə kömək oluram. Yardım oluram sizə. Dedim, oyda, super. Hə. Dedim ki, amma sizə mən başqa cür yardım olacağım. Dedim, necə yardım olasın? Dedim, xanım, mən sizə bir şeylə yardım olacağım. Amma mənə xoş gəldin. Mən sizə bir şeylə yardım olacağım. Siz bu xəstəliyinə mən sizə Avropaya gətirəcəm. Bu uşağı Avropada köməklik eləyəcəm, sığorta olunacaq və sığortadan sonra bu uşağa yüksək dərəcədə Avropa həkimləri buna baxacaq və sizin də bir təmənnasınız 1 manat da belə pulunuz çıxmayacaq. Dedi, yo, mən Avropaya gəlmək istəmirəm. Yo, belə deyir. Deyirəm, niyə? Niyə bacım, niyə gəlmək istəmirsən? Yo, deyirəm, sən bana nə qədər pul toplayırsan? Belə deyir, Allah haqqı belə deyir. 3.500.000 manat deyir, amma başım çatır səni. 3.500.000 manat nə da la? Bütün gündə canlı yayım açırsan, canlı yayımda da deyirsən ki, mənə pul atır, o atır 100, bu atır 200, bu atır 300, bu atır 150, Uşaq da konkret olaraq ölüb, keçinib. Sadəcə olaraq nəfəs alır da, yəni komada olan bir insandır. Ay qardaş, insanları niyə aldadırsınız? Bu mən sənə deyirəm, gətirirəm da bura. Avropaya gətirirəm da sən. Deyirsən, yo. Bunun şeyi İsraildədir. 3.500.000 manat, deyirəm 3.500.000 nədir? Zahir Bəxşəliyev maşennikin biri 3 milyon yığdı, çıxdı aradan, yok. Hani o 3 milyon? Uşağa 3 milyon pul yığdı tutardı, uşaq öldü. 3 milyon ara getdi. Bir dənə kasıb-küsublara payladıq getdi. Deyirəm, kasıb-küsublara paylamadı. Valla altındakı ev, hamısı o 3 milyon, 5 milyondan yığılan evlərdir. Sonra bir nəfər qoşuldu. Elnur bəy, mənə yardım edin. Dedim, mənə problem yoxdur. Deyir ki, bəs mənə nəm uşaqların dərmanı, nəm xəstə dedim, valla mən hamısı boynuma götürürəm də, problem yoxdur. Amma siz mənə məktub yazacaqsınız. Məktub formasında. Valla, Emin, sənə moderator verirəm, mən bilirsən, videolarımı paylaş öz səhifəndə. Bax, həmən vətəndaş məktub yazmadı mənə. Məktub yazmadı mənə. Vallahi yazmadı. Buna sual verirəm ki, niyə yazmadın? Deyir, yox. Deyirəm ki, bax, siz elə bunu belə istəyirsiniz də. Məmməd mənə pul atsın 5 manat, Əhməd mənə 5 manat atsın, filankəs mənə 5 manat atsın. Vallahi heç kimə borcu yoxdur. Get işdə, əziyyət çək, əziyyətinlə əziyyət çək, əziyyətlə də gəl haqqını tələb elə. Belə olmaq lazımdır. Belə olmaq lazımdır. Bu da gəlib şeylə, get özvə hörmət elə, başqa bir adla gəl bura, heç olsa öz orijinal profilinlə gəl bura, giydirmə şeylə qazilərin adına gəl bura, cəmaatın adını batırmayın, ay kişi, qeyrətiniz, namussuz, vicdanınız olsun, deyəcəm, o da yoxdur, haradadır, qeyrət, namus, vicdan haradadır sizdə ki, o mən sizə deyim, sizdə o bir ölkənin ki, başçısı peysər olar. Müsafirliyə qoşulmaq istəyənlər varsa gəlsin, gəlin qoşun danışaq. Mənə bir dənə də qaranlıq qalan bir şeydir ki,
Gülürəm, Qurana and olsun. Biz nə gülürəm? Çox qeyri-adi xalqımız var. Şirindirlər. Özür. Benzinin qalxması ilə belədir. Oy, benzin zat, hamısı getdi, qaçdı zapravkaya. Oy, bu maşına poluna bax. Biri basoklarla gedir. Ay, boy. O basokla getmir. Get, boykot elə. Benzin vurma. Qoy onlar bankrot olsunlar. Benzin orada batsın, sənin içində qalsın, batsın, iğrənsin, keyfiyyəti ölsün, uçsun, ağlı başda gəlsin. Sən benzini bir madəni qəpiyə yox, alasın 60 qəpiyə. Sən getdin orada benzin hamısını vurdun. Hamısı, bütün benzinləri vurdun, qutardın. Heç dibində qalan benzində sonra sortxaya, heç nə qalmadı. İlham Əliyev də sevindi. Dedi, artıq qalan benzin idi. Sənin zor siyasəti var ya, götürərəm. Onunla da soxuşturdu camaatı bütün benzinləri. Allaha and olsun. Gəl boykot eləməzsənizə. Yeganə milləti ki, benzin qalxır, hamısı benzindən qalsın. Benzin vurur. Benzin vurmaq lazım deyil. Ay boy, kütlə. Ay kütlə. Benzin vurmaq lazım deyil. Benzini gedib vurmaq deyirsən. Benzin vurma. Bəli, bir ay heç bir vurmayın da. Bir ay heç bir vurmayın. Bir nəfər burada troldu. Qazi ilə gəlir, nə bilim Elbrus adı ilə gəlir, mamasının adı nə bilim nəzakətlə gəlir, sonra bacısının adı Leyla ilə gəlir. Bütün var yoxunda, bütün adam qalmayıb da, hamısını açır gəlir. Bəli, onsuz da keyfiyyəti yoxdur. Avropada yaşayanlar, xaricdə yaşayanlar bilər. Burada injektor yuyulmur. İnjektorin yuyulsun, belə bir söhbət yoxdur. 15 ildə, 20 ildən bir injektor yazın. Çünki benzində o qədər tərkibində güclü şey var ki. Bax, məsəl üçün, mənim canlı yayıma qoşulurlar, bax, mənə sual verirlər. Mənə deyirlər ki, Elnur, sənlə kişi kimi söhbət eləmək istəyirəm. Deyirəm ki, buyur. Deyirəm, amma sən kişi kimi deyirsən, fake profillə gəlmişsən ki, kişi kimi söhbət eləyək. Kişi kimi söhbət eləyən insan məndən açar, öz profilindən görüntülü zəng eləyər, görüntülü məndən danışar. Deyər ki, gəl, mən də üzümü göstərirəm. Məndən kişi kimi söhbət elə. Sən üzü bağlamısan, fake profillə gəlsin, mən biləyim. Mən səndən kişi kimi söhbət eləmək istəyirəm. Deyirəm, mən buyur. İlham Əliyev, deyirəm ki, İlham Əliyevi sevirsən, deyir ki, mənim prezidentimdir, mənim anamın əkəlidir, deyirəm ki, İlham Əliyevi sevirsən, amma üzvü gizlədirsən. Niyə qorxursan bəs? İlham Əliyevi sevənlər qorxur, İlham Əliyevi üzvü göstərmək. Deyirəm, niyə qorxursan ki? Nədən qorxursan? Niyə qorxursan? İlham Əliyevi sevirsən də sən. Bilirsən ki, İlham Əliyev sənə arxanda durmayacaq. Yadınızda saxlayın. İlham Əliyevin bir dənə xasiyyətinə çox xoşun gəlir. İlham Əliyev, ona görə öpürəm İlham Əliyev səni. İlham Əliyev, ona görə Mehribanı öpürəm dodaqlarından. Mehribanla, nə bilim, Aytan xanım yazıb ki, salam Elnur, 20 nəfər izləyicim, bir saniyə nə yazıb, deyək görək. 20 nə izləyici, moderatora bir söz yazma, onu blok edirsiniz, qoş da mənə efirə Elnur. Valla buradan qoşmaq olmur Aytan xanım, TikTok'a gəlin, TikTok'dan qoşum. Amma heç kim burada atmayıb bax heç kimi səssiz, çünki mən görürəm burada. Heç kim səssiz atmayıb, yalnız burada söyüşsöyənlərə atırlar səssiz. Yəni burada heç bir moderator heç kimi səssiz atanmaz ha, kimliyindən asılı olmayaraq. Mən demişəm, məsələn, sənin çöldə kimsə sənin düşmənindirsə, mənim canlı efrimdə o düşmənçiliyi eləmə. Sənin o düşmənin məni sevə bilər. Sənin düşmənindir. Mən üçün heç bir adiyyəti, heç bir fərqi yox deyə, yəni kimliyindən asılı olmayaraq ha. Sadəcə olaraq mən demişəm bir şərtlə moderatorlara demişəm ki, atın bayram. Bir blogerləri təhqir edilərsə, blogerləri. Mən heç bir blogerin adını canlı efrimdə qoymuram. Kimsə gəlsin artıq əski nəsə bir şey yazsın. Çünki mən o blogerlərdən çin-çinə qoyub müharibə, döyüş aparım. Başa düşdün? Mənim elə izləyicim olar ki, mənim yanımda olmaz, səhər-şükür, amma o bloger məndən bir yerdədir. Yəni kimliyindən, mənliyindən asılı olmayaraq. Kimin də kimlənsə şeyi varsa, səbəbsiz yerə hansısa moderator onu atarsa, mütləq mənə desin və onun sübutunu eləsin ki, mən heç bir şey yazmamışam.
O moderatoru mən moderatorluqdan çıxardıram. Heç kimdə ixtiyarı yoxdur ki, mənim efirimə müdaxilə eləsin. Neysə, mövzudan yayılmayaq. Bəli, Firəngiz xanım, Aytan xanım mənə yazdı. Aytan xanım, əgər TikTokunuz varsa, fərqi yoxdur, bilmirəm kimsiz. TikTokunuz varsa, TikTokuma qoşulub öz iradınızı bildirə bilərsiniz. Sadəcə olaraq 2 telefonda açdığım üçün mən qoşa bilmirəm, üzr istəyirəm sizdən. Hə, yeni gələnlər, ekranı bəyənin də, çox xahiş edirəm. Soruşub edir mənim moddan niyə çıxartdınız? Çünki səni ona görə moddan çıxartdım ki, mənim moderatorlarım, qardaş, moderatorlara mən bir söz demək istəyirəm. Mənim moderatorlarımdır. Şeyx mənim 3 ildir moderatorumdur. Bir dəfə də olsun mənim videomu paylaşmıyor. Gəlib baxıram ki, şeyin videosunu paylaşır. Timanın videosunu paylaşır. Deyirəm ki, sən Timanın niyə videosunu paylaşırsan ki? Ay qardaş, siyasi blogerlərin videolarını paylaş, onları məşhurlaşdır da. Siyasi blogerlərin videolarını götürüb paylaşmırlar. Timanın videosunu paylaşırlar. Mənim moderatorum Timanın videosu. Ona görə deyirəm ki, kimliyindən, mənliyindən asılı olmayaraq, mənim moderatorum, mənim videolarımı götürüb paylaşmalıdır orada. Mənim videolarımı, bu qədər. Kim mənim moderatorum olmaq istəyirsə, mən öz videolarımı onun səhifələrində görəcəm. Var olasın, Allah sizi qorusun. Müsafirliyə də qoşulmaq istəyənlər fake profilindən gəlməyin. Öz orijinal profilinizdən gəlin, normal bir şəkildə debat aparaq. Yeni gələnlər, xoş gəldiniz. YouTube izləyicilər. Mən YouTube'a bəzən baxmıram, amma orada kim kimin səsini alırsa, ya da pozursa, sənin moderatoların çox kobud mədəniyyətli insanlardır. Bir də Firəngiz bir söz yazmaq olmur. Bax, siz xanım, məsəl üçün, hansı moderatordan hansı bir hərəkəti görmüsünüz? Hansı moderatordan? Yəni, burada bizim moderatorlarımız heç kim heç nə yazmayıb. Heç kim heç nə yazmayıb burada bizim moderatorlarımız. Bildi mi? Alma da, səsini niyə alırsan ki onun? Alma səsini. Heç kimin səsini almayın. Görək nə yazırlar. Siz gəlin qoşulun mənim TikTok səhifəmə. Görüm kimsiz, bilmirəm axı. Ekranı dayanmadan bəyənin. Məsəl üçün, mənə çox vaxtı YouTube platformasına gəlirlər. Hansısa bir başqa bir siyasi medianın, siyasi kanallardan mən bir söz yazmadım ki, mənə deyirsən nə lazımdır. Ay xanım, yəni sual verin də, nə lazımdır? Yəni, nə istəyirsiniz? Yəni, valla, mən sizə bir söz, ədavatımız var, kimdənsə, nömrənizi verin, gedin. Mənim YouTube kanalım şey deyil, xanım. Yəni, istəyir mənim moderatorum olsun, istəyir gözümün çiçəyi olsun. Yəni, kiminsə nəsə sözü varsa, qıraq yerdə elin. Salam qardaş, nə desən, yaxşı olasın, Elmar bəy, yaxşı olasın. Yeni gələn hər bir kəs xoş gəldi. Mənim üçün, hər bir insan mənim üçün əzizdir, mənim üçün dəyərlidir. Mən burada düşmənçiliyə gəlməmişəm, istəyir kimliyindən asılı olmayaraq. Mən bir də qəti şəkildə moderatorlarıma tapşırıram ki, baxın moderatorlar, sizin çöldə kimlərləsə mübahisəniz düşürsə, hansısa bir kanalda mübahisəniz düşürsə, mənim canlı yayınma həmən kanaldan gəlib insanlar artıq əski yazmayana qədər onları heç kimdə səsə ata bilməz. Qəti qadağan edirəm, amma ya. Əgər gəlib sən təhqir edərsə, ata bilərsən. Başa düşün, əgər təhqir edərsə, at ki ilə bari. Kimliyindən, mənliyindən, cinsiyyətindən asılı olmayaraq, ha. Mənliyindən, cinsiyyətindən asılı olmayaraq. Təhqir yazdı, söyüş yazdı, at. Söyüş ağzından sı kəlməsi. Çıxmayana qədər heç kim atmayın bari. Yeni gələnlər, xoş gəldi. Ekranı bəyənin. Ekranı bəyənin. Çünki olmaz. O, Zəfər Gülçülük. Gecərim ha Zəfər bura. Çoxdandır görsənmirsən. Kişi kimi danışlar. Valla o anından soruş, anan mənim necə kişi olduğumu anan yaxşı bilir. Bir hoqqalar durğuzurdu. Qamçıya anamı qatırdım qabağıma.
Yəni biləsən. Mamaya salam de. Mütləq məndən mamaya salam de. Mama yaxşıdır, yaxşıdır. Yaxşı şeydir. Salam de. Qoca olsa da amma özü var. Yeni gələnlər ekranı dayanmadan bəyənin də çox xahiş edirəm. Ekranı dayanmadan bəyənin. Qoşula bilmirəm. Niyə? Güllərin solsun sənin elə görüm. Bankrot olasan. Niyə qoşula bilmirsən? Yeni gələnlər ekranı bəyənin də zəhmət olmasa. Ekranı bəyənək. Canlı yayımı paylaşaq. Daha çox insanlar gəlsin. Gözəl mövzulardan söhbətləşək. Ekranı dayanmadan bəyənin, dayanmadan bəyənin, dayanmadan bəyənin. Yeni gələn hər bir kəs dayanmadan bəyənin. Qardaşım, qazilər haqda danışda biraz olarsa. Nə danışır? Bütün gün olsa qazilərdən danışırıq da. İlham Əliyev qazilərə qoz qoymursa, biz nə edə bilərik? Qazilərimizə sadəcə buradan səslənə bilərəm ki, dəyərli qazilər, gedin məndən yox, haqqınızı İlham Əliyevdən istəyin. Haqqınızı məndən istəməyin. Məndən niyə haqqı istəyirsən? Sən qorxursansa, gedib İlham Əliyevdən haqqını istəmirsən, gəlsən məndən istəyirsən. Bir yaxları yenə də deyirəm, bir qazi mənim üstümə şığıyır. Sonra deyir ki, bağışla. Deyirəm ki, mənim üstümə niyə şığıyırsan? Mən şığıyanda pis olur. Mənim üstümə şığıma. Mən şığadığım insan qışlar göydə qalır. Mənim üstümə şığamaq lazım deyil. Sən üçün mən oldu deyiləm. Bəli. Mən yeganə insanam ki, mən ağına, bozuna, qarasına baxmıram. Mən ağına, bozuna, qarasına baxmıram. Mənə qarşı çaşanı müddətdir ki, mən ayaqlarını göydə qoyuram. Mənə qarşı çaşmaq olmaz. Mən kimliyindən asılı olmuram. Qardaş, mən hamımızda qardaş oluram. Siz də mənə qardaş olun. Bir-birimizə qardaş olaq. Biz düşmən, məndən xoşun gəlmir, at mənə bloka, görmə. Deyəm o ki, gəldi biri fake profildən söydü, 2 dəqiqəsi şəkilini göstərdim, sonra gəldi ki, valideynlərimin əlindən öpürəm, ayağından öpürəm, mən cındır gədə cındır, sənin haqqını tələb edirəm də şərəfsiz. Kəmalə xanım, xoş gəldiniz, ay Kəmalə xanım, necəsiniz, haralardasınız, işdən zaten atıb eləməyiblər sizi. Bəli, Xəyyam Əliyev, bəli, mənim qardaşım, bəli, bəli, yeni gələn hər bir kəs dayanmadan ekranı bəyənəyin. Bəli, qorxmaq lazım deyil, siyasi söhbət nədən gedir, qardaş? Söhbət elə hər şeydən, ürəyin nədən istəyir, qoşul bura, Azərbaycanın benzindən söhbət elə, nə bileyim, neftindən söhbət elə, uşaq pulundan söhbət elə, polislər, mənə nə qədər adam, polislərdən götürüb şey atıb, videolar. İnandırım ki, siz mənim YouTube kanalım, Elnur Bey, bugün Şuşada Türk dünyasının liderləri bir aradaydı, bütün dünyaya göstərdilər Türk'ün gücünü. Türk'ün gücünü, siz buna sevinirsiniz. Elnur Bey, bugün Şuşada Türk dünyasının liderləri. Türk dünyasının liderləri kimdir ki? Mesela kimler var idi ki orada? Türk dünyasının liderləri kim idi? Kim var idi ki orada? Mən Türk deyiləm, ona görə deyirəm. Mən Türk deyiləm. Allah eləməsin mən Türk olum. Mən Türk deyiləm. Yəni Türk dünyasının lideri kim idi ki olur? Mən Türk deyiləm. Yəni mənim Türklə bir atla şeyləm, bir Türklə əlaqəm yoxdur. Mən sırf qanım təmiz Azərbaycanlıyam. Azərbaycan. Nəyə sevinim? Nəyinə görə sevinməliyəm? Qazaxıstan, Özbəkistan, Qırğızstan, Türkiyə, Azərbaycan. Nəyə gəlmişdilər? Yəni İlham Əliyev satdı mı torpağı, yoxsa nəyə görə gəlmişdilər? Nəyə görə gəlmişdilər məsələn? Türkiyə Şuşaya dediniz? Şuşaya da, hə. Şuşaya nəyə yığışmışdılar? Azərbaycan deyilən bir millət yoxdur, axı Elnur bəy. İndi siz Azərbaycanlı deyilsinizsə, mən Azərbaycanlıyam. O sizin, siz Azərbaycan deyilən bir millət yoxdursa, siz özünüzü Azərbaycanlı saymırsınızsa, mən özümü Azərbaycanlı sayıram, mən sırf Azərbaycanlıyam. Yəni, siz özünüzü Azərbaycanlı saymırsınız, mən özümü Azərbaycanlı sayıram. Mən sırf Azərbaycanlıyım, mən Türkçülük olam. Qoy Türk Azərbaycanlı olsun, mən Azərbaycanlı deyiləm. Niyə Azərbaycanlı olmalıyam? Qardaş, Türk mənim üçün əzizdir. Mənə bir köpü xeyri də dəyməyib, mənə pislik də dəyməyib. Amma, görün, mən Azərbaycanlıyamsa, mənim 7 arxa dönən sülalədən sayılır.
7 arxa dönəm sülaləm mənim Bakılıdır, İçəri şəhəridir. Karnoy Bakılıyam. Demək ki belə. Valla. Mən nə deyə bilərəm? Mən Azərbaycanlıyam. Azərbaycanlı olduğum üçün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bir dəqiqə deyəni. Bax, mən sizə bir söz deyim. Bu deyirsiniz beləsin ya, Azərbaycan deyən millət yoxdur. Heydər Əliyev Azərbaycanlı olmuyor. Heydər Əliyev demişdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Heydər Əliyev deməmişdi ki, mən fəxr edirəm ki, mən Türkiyəm. Bax, sizin dilinizdə danışıram da, troll, 72, sizin dilinizdə danışıram. Bəs niyə Heydər Əliyev demişdi ki, mən fəxr edirəm ki, yox, bildim, niyə Heydər Əliyev demişdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam? Heydər Əliyevin yaxşı niyə onda deməmişdi ki, mən fəxr edirəm ki, mən Türkiyəm? Niyə? Niyə deməmişdi ki, yəni? Niyə Azərbaycanlı olduğunuzu danışsınız? Niyə? Bax, 72'lər. Bax, 72'lər sizin dildə danışıram. Niyə Heydər Əliyev Azərbaycan Respublikasının ulu öndərimiz Heydər Əliyev niyə demişdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Niyə? Niyə demədi ki, mən fəxr edirəm ki, mən Türkəm? Niyə? Niyə iminə Azərbaycan dedi? Hə? Valla mən türk zat deyiləm. Mən həqiqətən türk zat deyiləm. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Həqiqətən də mən də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən fəxr edəmərəm ki, mən türkəm. Mən Azərbaycanlıyam. 7 arxa dönəm də sualəm də Azərbaycanlıdır. Yaşasın Azərbaycan xalqı. Yaşasın Azərbaycan. Azərbaycan. Bax belə, Azərbaycan. İndi kimsə Azərbaycanı deyilsə, özünü erməni sayır, nə bileyim, bir Əfqanistansa, bir Kitay sayırsa, onun fərqlidir. Yox, Aras, niyə? Türklər qardaşdır. Vallahi, nə bileyim, hər yerin yaxşı da var, pisi də var da. Beləsinə baxanda Ermənistan o vaxtları Türkiyədən da Azərbaycana ən yaxın qardaş ölkə olub. Ermənistan Azərbaycan elə ən birinci qardaş olub. İndi reallıqda deyəcək ki, hay, ay, vətən xanə. Valla, əvvəl elə olub da. Valla, əvvəl elə olub da. Yəni, Azərbaycanlarla Ermənistanlar qardaş olublar. Bacı, qardaş. Belə olub da, belə. Bir-birlərinə qız alırlar, qız veriblər. Bir-birlərin evlərinə gedib gəliblər. Bir-birlərin bratva olublar. Olublar da, fakt. Deyin ki, olmuyor. Deyin ki, olmuyor. Öyle olub da, yəni. Fakt elə olub da, yəni. Vallahi elə olub. Yəni, kimsə də danar, mən danmıram. Mən fakt deyirəm ki, Azərbaycanla ermənilər qardaş olub. O vaxtları yadınıza saldırım sizin, yəni biləsiniz, Azərbaycanı Ruslara satan türklər olub. Mənim əlimdə faktlar var, sübutlarla danışıram sizə ya. Azərbaycanı Ruslara satıb türklər. Bəli. Səhv deyirəm. 90-cı ildə, mən sizə bir söz deyim, 90-cı ildə Azərbaycan Türkiyədən yardım istəmişdi. Türkiyə Azərbaycana yardım eləməmişdi. Niyə? Niyə eləməmişdi ki? Bax, mən sizə bir söz deyim. Türkiyəni dolandıran Azərbaycandır. Türkiyə, Azərbaycan Türkiyəyə nefti, qazı, bəzi şeyləri verməsə, Türkiyə ömrü boyu Azərbaycan üçün bir dənə də olsun yardım deyəndə ki, nə yardımı toxunur ki? Belə məntiq nədir? Yardımı
Yardım nə yardım toxunuşu? Mənim pulumla keyf eləyirlər də. Mənim qazımdır, mənim neftimdir, mənim benzinimdir, mənim pambığımdır. Hamısını onunla keyf eləyirlər də. Nəylə? Bax, nəylə? Nəylə? Hə? Bəli, Turan. Azərbaycan milləti yoxdur. Azərbaycanın milləti yoxdur. Hamı deyir ki, Azərbaycanlı milləti yoxdur. Vallahi dəhşətdir, Quran. Yeganə ölkə Azərbaycan ölkəsidir. Azərbaycanlı olanlar deyir ki, Azərbaycan milləti yoxdur. Siz haralısınız? Siz haralısınız kişi? Oradan Azərbaycan dil milləti yoxdur. Siz haralısınız? Nə millətsiniz? Mənim əzizlərim. Nə millətsiniz? Bunlar gicdir. Qurana and olsun deyirəm. Bəzən fikirləşirəm ki, İlham Əliyev zor eləyir bunlar. Allah'ın and olsun. Doğrudan zor eləyir, hə? Sağ olsun. Onda erməni Allah'a and olsun. Onda ermənilərə halal olsun ki, ermənilərə halal olsun ki, erməni həmişə deyir ki, mən erməni olum. Onda Quran haqqında Azərbaycan siz düzdür. Azərbaycan Ermənistan oldu onda. Onda Azərbaycan milləti olmayıb da, hə? Onda Qarabağ uğrunda niyə müharibə dava edirsiniz ki? Qarabağ onda ermənilərin olub, belə çıxır. Niyə dava edirsiniz ki, Qarabağ uğrunda özünüzü cırıb dağıdırsınız ki, Qarabağ bizimdir, Qarabağ bizimdir, Qarabağ bizimdir. Onda Qarabağ ermənilərindir. Ham burada yazır ki, Azərbaycan milləti olmayıb, Azərbaycan milləti olmayıb. Qeyri-adi deyib, mənə çatmır, valla. Azərbaycan milləti olmayıb. Onda elə çıxır ki, valla mən Azərbaycanlıyam, mənim qardaşım, hayır. Mən Azərbaycanlıyam, qardaşım. Mən deyirəm ki, mən Azərbaycanlıyam, mən türk deyiləm, mən pis bir şey demirəm, gözəl insan. İnansan, bu Azərbaycanlıyam deməyənlər var ha burada. Bunlar Azərbaycanlı deyir ki, həqiqətən bunların qanı xarabdır. Doğrudan qanı xarabdır ya. Deyir, İran milləti var. Deyir, İran milləti var. Deyir, İran milləti var. İran yurdun adıdır. Qanı xarab sənin var yoxundakı oturub işləyənlərindir. Useyidnami. Anandı, bacındı, körpələrindir. Başa düşdü? Siktir barəsi kim doğanı bana ağzını. Vızırt bayra bilər, peysərin balası. Sənə başım Kanada əngəlliyim. Bir daha bura gəlmək olmaz. Kim ermənidirsə özü bilər, kim türkdürsə özü bilər, kim afrikanlıdırsa özü bilər, şəxsi işimizdir. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən həqiqətən də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Mən doğrudan da Azərbaycanlıyam. Kim ki Azərbaycanlı deyilsə, bu onun şəxsi fikridir. Mən Azərbaycanlıyam. Allah and olsun. Mən heç türkdə deyiləm, mən Azərbaycanlıyam. Ekranı bəyənin. Kim Azərbaycanlı deyilsə, Azərbaycanı tərk eləsin. Allah haqqı, İlham Əliyev arada düz deyir ya. Deyir Azərbaycanlı xoşva Azərbaycanlı deyil, şey eləmirsə, o Türkiyədə Azərbaycanlı deyil. Bu həmən temadır ya. Nəsə, fəxr eləyək ki, biz Azərbaycanlıyıq, fəxr eləməyək ki, biz türküyük. Biz Azərbaycanlıyıq, bizim qanımızda Azərbaycanlı qan axır. Mənim atam da, mənim anam da, mənim 7 arxa dönən sülaləm də Azərbaycanlıdır. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Beləsinə qalsa, türk milləti olmayıb, elə Azərbaycan milləti olub, türklər də Azərbaycanlılardan gəlib. Bəli, 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 bəli. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Türkiyə milləti olmayıb, elə Azərbaycan milləti olub. Elə Azərbaycana möhtacdılar, Türkiyə də Azərbaycana möhtacdır, elə hamısı, elə bütün demək olar ki, Rusiya da Azərbaycana möhtacdır. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan. Bu milləti qeyri-adi millətdir, var yoxsundan alət. Valla qeyri-adi millətdir. Valla qeyri-adi millətdir. Allaha and olsun. Samir, Cındır sənin evindəki balandır. Yaşını? Qeyri-adi millətdir. Allah haqqı. Deyir, Azərbaycan yoxdur. Hər kəs yazsın, yaşa. Ay, Azərbaycanlı olur. Azərbaycan milləti olmayıb. Azərbaycan milləti olmayıb. Biz biri deyir, biz Afrikanlardan gəlmişik. Biz Almanlardan gəlmişik. Biz İtalyanlardan gəlmişik. Bizi Almanlar da gəlib qayırıb o vaxtları. Bizi Ruslar, o vaxtlar Ruslar gəldi. Lenin gəldi, yığdı hamısı bizi apardı, qayırdı, bastı. Biz Ruslardan əmələ gəlmişik. Biz nə oradan əmələ gəlmişik. Azərbaycanlı ola. Deyir, Azərbaycanlı deyiləm. Azərbaycan milləti. Yeganə milləti ki, çox kötə girən milləti. Çox, həddindən artıq. Giririk, quru, fıs elə giririk. Onda türk sənsə yazıcı o ki, şəxsi vəsiqə yazı ki, mən Türkiyəm, şəxsi vəsiqə yazı ki, mən İranam. Yazdım o ki, Azərbaycan. Çox xahiş edirəm, Azərbaycanlı deyiləm deyən şəxslər, and verəm sizin qeyrət namusunuza, and verəm sizin vicdanınıza. Oraya Azərbaycanlı yazdırıb bizi biabır eləməyin də, çox xahiş edirəm. Elə oraya yazdırın ki, mən hansısa bir başqa bir ölkədənəm. Biz Azərbaycanlıyıq, Azərbaycanlı olduğumuz üçün də fəxr eləməliyik də. Yəni bu, mən fəxr eləm ki, mən Azərbaycanlıyam. Yəni başqa bir şey yox. Yeni gələnlər, xoş gəldiniz. Ekranı bəyənin zəhmət olmasa. Kim haralsa, kim necədirsə, özü bilər, şəxsi işidir, özünüz bilərsiniz. Mən Azərbaycanlıyam, siz istəyirsiniz İraqdan olun. Valla. Beləsinədir ki, ürəyim istədiyim vaxtı İsraildən oluram, ürəyim istədiyim vaxtı Əfqanistandan oluram. Mənim üçün fərqi yoxdur. Adam ol. Nə haralsan? Haralsan? İtalyan? Adam ol. Adam. Fərqi yoxsa haralsan? Fərqi yoxdur. Ekranı bəyənin də. Ekranı bəyənin. Ekranı bəyənəyin. Nə oldu indi bir yaxdan deyirsən ki, hamımız Azərbaycanlıyıq, ona söhbət yoxdur. Nə oldu indi deyirsən ki, bir yaxdan deyirsən ki, Azərbaycanlı deyilik, amma indi deyirsən ki, hamımız Azərbaycanlıyıq. Necə oldu bu? İndi də yazırlar ki, Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycanlıdır. Bu necə olur? Bir yaxdan deyirlər ki, Azərbaycanlı deyilik. Özü özlərinə toxundu ya, dedi ki, Azərbaycanlıyıq. Valla mənə çatmır, Allah hamd olsun. Bu necə olur bu? Valla. Nadir. Salam, axşamı xeyir, necəsən? Sağ ol mənim qardaşım. Ay Nadir, sən bir sual verin mənim qardaşım. Niyə Azərbaycan xalqında, Azərbaycanda yaşaya-yaşaya deyirlər ki, biz Azərbaycanlı deyilik? Onda onların, yəqin ki, mən belə başa düşürəm, atası yəqin Azərbaycanlı olmayıb ona görə. Nadir, sən bir dənə söz deyim mən. Tam səmimi kişi kimi cavab ver də. Nadir, mən sözün gəlişi deyirəm, kişi kimi cavab ver. Nadir, sən Azərbaycanlısan, yoxsa türksən? Mən əsl türkəm. Mən də əsl Azərbaycanlıyam. Bax, tarixdən xəbərim var da. Bəli.
Bəli. Biz əsl türkük. Bu əsl türk bizik. Bəli. Azərbaycanlı Azər bizə məsələn burada türklər mən Azəri deyəndə bu çönədən belə baxıram. Deyirəm sən türksən, deyir hə. Deyirəm hardan tarixi deyə bilərsən mənə. Deyir ki, əsl türk sizsiz. Sonra da özür istəyirlər məndən. Bilirsən nəyə görə? Bilirsən nəyə görə? O vaxtdan elə türklərin özü Azərbaycanlı olub ona görə. Hə də biz əsl türkük. Türklərin özü elə Azərbaycanlı olub. Başa düşdün? Türklərin özü Azərbaycanlı olub. Azərbaycan elə olanda elə türkü olmuyor. Türk milləti olmuyor. Elə o vaxtdan elə Azərbaycan olub. Biz sadəcə olaraq öz Azərbaycanlı adımızı özümüzə sığışdırıb deyə bilmirik. Elə biz özümüzə türk deyirik. Bu Elnur sənə bir söz deyim. Sənin xəbərin oldu da Naxçıvana. 11 Mahmud'u kim idi? Onun yatdı səssiz o idmançını. Bir arada mənə də söyledi. Bildin də Naxçıvanda nə hadisə baş verdi? Peysəni dalayırdı. Hə. O indi peysərlər ki, o çoxdan peysər. Naxçıvanda bir icra başçısı Şahbızda videosunu göndərəcəm sənə, sən də bax, manafa da göndərəcəm. Qulaqlarını kəsiblər, yolun ortasına, soyundurublar, atıblar yolun ortasına. Kim kəsib ki onun qulaqlarını? Bir dənə elə bir şey qonşularında bilmirəm, kiməsə sadaşı işə gedəndə bunu gəlib yolda tutublar, 2 qulağını kəsiblər. Hələ gedəndə də deyiblər şeyini də kəsəcəyik. Dönülmüşdə şeyini də kəssinlər, uğraş qoymayıblar. Bildim kim kəsib onu, kim eləyib? Qonşuları da demirəm. Qonşularına sataşıb. Çox pis özlər. Sonra dünənləri gecə saat 1-də polis özünü güllələyib. Sonra nə bilim, başqasını vurub, sonra özünü güllələyib. Bax, tarix muzeyində olubdur. Mən bugün bir dənə video paylaşmışam, səhər paylaşmışam. Amma tökülüşü üstümə ki, yalan məlumatdır. Bu da mən bilirəm də polislərdir, hamısı yalan məlumat deyirlər ki, bu rəsmi məlumatlardır. İndi neynəyək? Biz durub İlhama deməliysən, öz toxuvu aç bizə efirlər. Sənin ASTV-də göstərmiş ki, bu rəsmi deyil. Elə xiyar danışırlar ki, rəsmi məlumat mən paylaşmışam. Gidin baxın. Əgər yalan danışırım, gedin baxın. Bugün xəstəxanada mənə zəng vurulur ki, gecə bizə nə qədər polis vardı bura. Deyir, gəlmiş də skorlarda, damısı deyir, qaça. Dedim, çəkib atıram da mənə videosu. Boynlarını qoyanmıram şərəfsizlərin. Peysərdirlər də, bunlar bir ləyəqəti yoxdur ki, şərəf ləyəqətdir. Qaçıbdır bunların. Ondan damdağdacım, mən çəkməyəcəm ki onlardan. Onları belə iyi bir şey deyəcəm. Belə Elnur. Video atacağım sənə, bax, gör nətər gələn bu qulağı kəsiblər. Problem yoxdur, ürəyin istədiyim vaxtı at ki, mənə şey eləyim, problem yoxdur. Özün deyirsən, vəziyyət necədir? Şükür salamatçılıq da, Elnur. Mən də elə indi gəlmişdən. Yaxşısan. Yandım, şükür, Allah ki, yavaş. Elə qədərlər söylərlə trolla zatlar. Həndən işdə baxıram, qoyuram qabağıma telefonu, baxıram. Harada çuşqa var, harada gədə-güdə var, göt yalayan, acından ölən. Gecə yatıb səhər acından qarnı qurulayan uğraşlar mənə yazırlar. Götürüb şəklini paylaşıb, sonra yalvar ki, nə olar, qurban olub, sil başına dolansın. İnansan bu gün iş yoldaşlarım gülürdülər. Deyirəm, bayaq mənə söyledi, yuxarıda bax. Nə qədər yalvardı, axırı sildim də, şəklini paylaşmışım. Əkkə də köpək olur. Oturmuşsan dağda, arla saxlayırsan, bir də samavar qoymuşsan qabağıma. Siyasət nədir, sən qoyun otarırsan, o uğraş bilək. Get qoyunu otar da, peysə köpək oğlu. Axırı nömrəmi vermişsin, demişəm bala zəif nə ola, başıva dolama şəkil oradan çıxar. Rəsmi dəsmal salıb da, inanırsan endir. Yəni belə, nə bilim, çox belə qoyun, biz millət həqiqətən qoyunuq, uğraş deyirlər. Siyasətdən başları çıxmayan adamlar dururlar, burada başlayırlar söyməyə. Yox, sən deyir polisi hardan gördün deyir vurmaqları. Deyirəm ki, sən haradasan, deyir mən dağdayım. Atın bayrağı onun. Bax, bunu atın bayrağı. Bunu atın bayrağı. Bunu konkret buradan atın bayrağı. Mən bir onu bilirəm ki, Azərbaycan xalqının bundan sonra yaşayışı qızqırtdı. Niyə? Çünki İlham Əliyev artıq benzini də qaldırdı, marşrutları da qaldırdı. Görsən nə deyir? Deyir, yesəz də budur, yeməsəz də budur. Deyir, mənim şeyimi yiyin. Görsən, demək bunu açıq deyir ha. O uğraş nə qədər qudurub, hayasızlaşıb ki, sürtükləşib bu. Ay qardaş, mən deyirəm, lox millətdir. Başa düşdün? Götə girən, Azərbaycanlı ola Azərbaycanlıyam deyə dilini gətirib mən Türkəm deyən millətdən heç bir zamanda irəliləş ola bilməz. Heç bir zamanda nəyəsə qadir ola bilməz. Başa düşdün? Elə Azərbaycan ona görə bu gündədir.
Azərbaycan mən Türkəm deyə elə mən istəyərdim ki, Azərbaycanı bütün Azərbaycanda olan sərvətləri, bütün Azərbaycanda olan hər bir şeyi biz birbaşa Türkiyəyə təhvil verək. Yeganə millət, qeyrətli, namuslu millət Ermənistan millətidir ki, əhsən sənə Ermənistan, əhsən, əhsən sənə. Həqiqətən də min dəfə deyirəm, Ermənistan yeganə millət, yeganə qeyrətli, namuslu, vicdanlı millətdir ki, Ermənistan milləti heç bir zaman deməyib ki, mən başqa ölkədənəm. Həmçinin deyib ki, yaşasın Ermənistan, mübarizə aparıblar ki, Azərbaycan da Ermənistanındır. Nə bileyim, Türkiyə də Ermənistandır. Ömrü boyu balaca, xəritədə bilinməyən bir şey, bir respublika ola yenə də mübarizə aparıblar. Amma bizlərimizin, bəzilərimizin içində o qədər Azərbaycanlı qanı, belə məcazi mənada ya, Azərbaycanlı qanı axa-axa. Yo, biz Azərbaycan deyilik. Biz hamımız Türküyük. Biz Azərbaycan deyilik. Biz Türküyük. Biz Türküyük. Biz Türküyük. Biz Türküyük. Türk sən Azərbaycanları nə atırırsan? Get Türkiyədə yaşa da. Türkiyə ağzında deyir ki, siz adına Türk değilsiniz. Siz Azərbaycanlısınız. Adına hərdə mən Türk deyirəm, Azərbaycanlıyam. Sən nə dirəmisən ki, mən Türkəm. Mən Türkəm. Mən Türkəm. Fakt səni Türk səni qardaş olaraq qəbul eləmir. Sən dirəmisən ki, mən Türkəm, mən Türkəm, mən Türkəm. Azərbaycanlısan? Dirəm mən Azərbaycanlıyam. Bəyənmədiniz Heydər Əliyev deməmişdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən fəxr edirəm ki, mən Türkəm. Demişdi ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. O Azərbaycanlı olmaya yenə də fəxr edirdi ki, Azərbaycanlıyam. Azərbaycanlı olmaq hər kişiyə qismət olmur. Azərbaycanlı olmaq hər qeyrətli övlada, hər qeyrətli Azərbaycanlıya qismət olmur Azərbaycanlı olmaq. Ona görə də özünə rəva bilməyəni, elə deyin ki, mən Türkiyəm, Azərbaycan adını batırmayın. Mənim dəyərli izləyicilərim, batırmayın Azərbaycan adını. Azərbaycanlı olmaq hər qeyrətli insana nəsib olmur. Elə siz deyin ki, mən Türkiyəm zaten, yola verin, çıxsın, geçsin. Azərbaycanlıdan igidlər çıxır. İgidlər çıxır. Ona görə də elə deyin ki, mən nə bilim, oradan buradanam, elə Azərbaycan adını batırmayın. Yaxşı mı? Gedin, qıraq yerdə deyin. Vallahi qıraq yerdə deyin ki, mən Azərbaycanlı deyiləm, mən Türkəm, mən nə bilim, İrlandiyadanam, mən nə bilim, oradanam, buradanam. Azərbaycan adını batırmayın. Çox xaş edirəm. Çünki Azərbaycan qeyrətli olanları. Bəli, Azərbaycan, ona görə Azərbaycan, baxın, dünyada yer kürəsində ən çətin vətəndaşlıq verən ölkə Azərbaycandır. Ən çətin vətəndaşlıq verən ölkə Azərbaycan birinci siyasətədir. Vətəndaşlığı hər oğla verilir. Azərbaycanlıyam yazılmaq yəni hər oğlun işi deyil, sən bir daha söz deyil. Mən fəxr edirəm, mən Azərbaycanlıyım. Mən ömrü boyu demərəm ki, mən Türkəm. Mən Azərbaycanlıyam. Deyil, soyum, mənim valla 7 arxa dönəm sularım, hamısı Azərbaycanlıdır. Bilmirəm, mən oradan buralıyam deyənlərin, bilmirəm, soyları hardan gəlir. Amma mənim soyum Azərbaycanlıdır. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən də fəxr edirəm, valla fəxr edirəm, mən fəxr edirəm. Fərqi yoxdur, haralı olursan ol, adamı ol. Amma olduğu yer donmadı o. Sən o erməni, sən erməni oğraysan, niyə mamanı silmişəm, mamanı itəmişəm, hə? Niyə? İtələmişəm içinə. Sən orada ara baxırsan ki. YouTube'da da gizsiz yazırlar, gəlirlər gizsiz yazırlar orada, quşlayırlar. O görə mən də olan quşxanalarını dağıtmağa çalışıram, quşxanalarını. Başa düşdün? Bilirsən, neynirlər? Deyə neynirlər? Ayso, cındırın balaları, şərəfsizin balaları, var yoxsuzlar, Qabilin həyat yoldaşının adı ilə gəlib məni söyürlər. Peysərin qarından çıxanlardır da, bildin? Mən də biləm axı, anası qəhbədir bu. Bildin? Sən filankəsin adı ilə niyə gəlib təhqir edirsən? O filankəsin arvadında olan qeyrət namus sənin var yoxunda yoxdur. Sən onun adı ilə gəl, onun adı ilə gəl, onun adı ilə gəl. Get öz adınla gəl. Ay, anası göyçək. Öz adınla niyə gəl? Biləsən, Avropada da var belə bir şey. Götürüb, Yalçın kimdir və körlündə qalan. Boynuyoğu şey diyor, Allah hamd olsun. Yalçın adından götürürlər, mənə söyürlər, nömrə verirlər. Mən də Yalçın canlısına baxıram, görürüm canlıda heç mənim adım canlı çəkmir.
Baxam ki, bu Peysər. Onu ən çox bilirsən kim eləyir? Onu ən çox bilirsən kim eləyir? Yalçının adından gəlsin, Yalçın sənə belədir. Burada Məcid var, Məcid. Bax, bu maşinlik var. Mənə də atır o həll edir. Məcid idi o. Hə, O Məcid var ha, o Məcid maşinlikdir. Məsələn deyim biləsən. Baba, bunlar arası zır. Ondan ona atır, 4-5 dənə adı var. Nə bilim, ondan ona atır. Məcid o yaxşı şey verəmir, Məcid ha. Bax, məsələn, bilirəm, bütün hoqqalarını bilirəm, amma heç yaxşı şey deyil ha, ondan ona söz aparıb gətirmək. Mən o gün gördüm, səhifədə istəmədim ona sözümü deyəm, ona ağır söhbətlər eləmək istəmədim. Mən özüm bilsən deyim, mən araşdırmayınca heç vaxt girib xalqı söymərəm, başa düşürsən? Mən girmişəm onun canlısına, orada girib orada maşinliklik eləyir. Nadir sənə söydü, Nadir o sənə söydü, başlayıb ortalıqdan nə bilim. Nadir, boynu yoğundur. Peysərin dal ayağıdır. Yəni, bildim, normal insan deyil, narkomandır, narkoşadır, mala oturan oğlan, yaxşı oğlan deyil, ümumiyyətcə. Başını bırak onu, neysə o sadəcə olaraq özünü reklam eləmək istəyir orada, sadəcə olaraq özünə xal toplamaq istəyir, gedib Avropada oturma izindən ötəri, gəlib onu bunu söyür, sonra gedib bilirsən nə deyir, gedib məhkəməyə verir, deyir ki, bu məni öldürmək istəyir, bu məni dişləyəcək, Allah'ın da olsun. Onun bütün danlıları var məndə. Onun bütün danlıları. Bütün danlıları var məndə onda. Bütün bacısının şəkili var onun məndə, bacısının. Onun bütün danlıları var. Neyinirəm onu? Ömrü boyu heç onun mən adını çəkmir. Mən atırlar. Elnur sənin şəklini paylaşdı. Yazıb orada. Elnur Peysər. Deyirəm onu deyib. Mən Peysər deməklə. Mən Peysər oldum ki. Bir dənə səhifə açıb, sənin də şəklin var. Mənə də götürüb. Yox, o mənim bacısı ilə bir yerdə şəkillərim var. Prosta o məni ayırıb tək qoyub bura. Yəni mən məsləhət görürəm ki, bacıyla bir yerdə qoyum mən şəkillərimi. Yəni belə eləyim. Burada bəzilərdə var. Mən bilirəm də. Mən çox görürəm burada. Qardaş, Allah hamd olsun mən burada mən heç bir zaman onları reklam eləmirəm. Heç bir zaman onlara xal verməyin. Onlara xal verib onları sevindirməyin. Reklam eləməyin onları. Nəyə olar? Deyirən Məcid atır sənə onları. Məcid atıb onları sənə. Məcid. Görsən, ara vurur. Ondan Sən bir şeyə bax hələ, göbündə tülküləyə bax hələ, deyək ki, mən uşağım. Girmişəm həmən Yalçının səhifəsində baxıram, gedib bir başqa səhifə ilə gəlib. Bu deyil, Nadir buradadır, Peysər baxıb burada, orada mənə də söyür, o Məciddir. Profilinə də qoyduğu öz şəkillər deyil. Peysər özüdür, uğraş belə. Bir neçə bundan qabaqda pul istəyirdim mənə. Keçmişdir ki, mənə 5 evro, 3 evro, 5-10 evro, cındır bilə. Sən belə çox uğraş deyilən ona gedirsən. Düzgün hərəkət eləmirsən Məcid, deyim biləsən. Deyək bəlkə mən uşağım, benim uşağım nəyəm, mən başa düşmürəm. Sən kimsən, Götürüb ona başqa bir adamı, konkret başqa bir adamı götürüb profilini şəklində qoyub ora. Güya ki budur, amma o deyil. Elə bir insan adında bir şey yoxdur, o deyil. Səni taparım, uğraş, Məcid baxmaram, sən haralsan, sənin başlığını açarım. Sənin kimi oğlunla başını soxmuşam, unutacaq, götünə də ağaç soxmuşam. Buyur. Hər vaxtın xeyir. Nə? Mövzu nədir? Mövzu nədir? Mövzu mehriban qaymaq. Dedi. Sizin ikinizin də var. Kim? Yo, söyleme, yo. Mövzu sənin maman. Sənin maman niyə gelib haqqını, İlham Əliyevdən haqqını tələb eləmir? Niyə maman pula çıxır? Mövzu bu. Mamamın ağzına töküm o. Göt oğlu, göt. Yox, mövzu bu. Niyə gelib İlham Əliyevdən, bu neft-qaz ölkəsində niyə gelib haqqını tələb eləmir? Mama niyə pula çıxır? Mövzumuz bu. Mama niyə pula çıxır? Bax, mövzumuz olur. Gəl mövzudan söhbət edəyək də. Şərəfsiz. Anasının şokuna şellənən uğraşlardı. Elmar, xoş gəldin. Elmar, xoş getdi. Elmar da yaxşı uşaqdır, amma heç vaxt danışmırıq. Yox, eli də yola verək geçsin. Yaxşı uşaqdır, Allah cansız. Yaxşı mövzudur. Niyə haqqını tələb etmir, niyə gedib verir? Mamamı hansı şey yapmıyorsan, uğraş Peysər. Ya gizliz danışır. Mevzu nədir? Mevzu maman. Niyə o maman bizə vermir? Mövzumuz budur.
Niye? Verenlerden ben əksizadır. Hə? Pələncimə bax. Ben başa düşmürəm. Bunun anası niye ki belə səy uşaqlar doğub baxıb. Bu prezervativizdən da niyə istifadə eləmirlər şu şərəfsizlərə? Bəli, bax həqiqətən düzdür də bax. Bu Azərbaycan Təhlükəsizlik Xidməti hara baxır? Bunlar millət təhqiridir. Bəli, Neymətli, bəli. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti məsələn Əli Nağıyev Vilayət Eyvazovun arvadına baxır. Vilayət Eyvazov da Əli Nağıyevin arvadına baxır. Bir-birləri arvadlarına başları qaçır. Peysərdilər də. Bir-birlərinin başları qaçışıb, ona görə yəni beləsinə. Hə, Neymət? Neymət? Qəşək gəlir var, Elnur, bilsən, qəşək gəlir var. Bir-birlərin arvadına gedirlər, qarışdırılır. Bunlar pul yığırlar da. Nadir işləsən? Yox, gəlmişəm. Salamatçılıqdır. Şükür, Elnur, şükür. Vəziyyət necədir? İşin, gücü, Nadir? Sən fikir verdin, benzinin qiyməti qalxanda hamı qaçdı, zapravkaya getdi, benzin vurdu. Amma bir çox yolu çıxıb demədi ki, sən niyə benzin qiymətini qalxıbsan? Hə, növbəyə durmuş, utanmaz. Allah biabırçılıq deyə gülürlər bizə, valla. Hə, də bə, Deyirəm, valla, həqiqətən deyirəm, ha, özüm öyle, deyirdilər, Azərbaycan belə Azərbaycan, valla deməyin Azərbaycanlıyam. Siz deyin ki, nə bilim, Alban milləti, yəni, nə bilim. Açıq aşağı değişir, yesəz də burada, yeməsəz də burada. Əvəncə deyin, aiddir ağzına. Doğrudan aiddir. Polis gücündən yedizdirir, ulan. Doğrudan aiddir, yəni demək olmaz. Həqiqətən də demək olmaz. Özüm ölüm. Bizdə də polislərin qeyrət namusu yoxdur, axı qeyrətsizlər namusu. Peysərlər. Bax, o oğlan var idi, Rövşən. Rövşən ölməyib, bax, sağdır. Haydi. Ölüb Rövşən. Mən bilmirəm. Məsələn, deyirsən ki, hə, məsələn, hanım idi? Mehriban apar saxlamağa. Yox, ölməyib. Rövşən Bandatdelin padvalındadır, ailəsilə bir yerdə. İşgəncələr verirlər. Rövşən kimdir ki? O 3 dənə polisi öldürən. Hə, o günkü məsələ. Hə, 3 dənə polisi öldürən. 3 polisi qətlə yetirən. Rövşən. O da özü də polis oldu. Elnur. Rövşən? Rövşən harda oldu polis? Valla deyirlər, mən belə işitdim. Deyirlər ki, o da polis oldu. Axırda nə olub da özü bilər, daha nadir. Axır ki, öldürdü. Düz mən ölümünə əleyhinəyəm, amma nadir. İndi gör nə vəziyyətə çatdırıb ki, yox, 052 məhsubudur. Yolçı məhsubudur. Yox, polis eşitməmişəm polis oldu. Polis yox, 052-də işləyib bizə. Hər nəyisə işləyib, düz ölümün əleyhinəyəm olmaz. Amma həqiqətən də mən Ayını bezdiriblər də, qoğa. Bezdiriblər. Ya. Mən vəziyyətlər çəkmişəm, başa düşürsən, bezdirirlər. Adamın imkan vermirlər. Çıxırsan, elə istəyirsən gedəsən bir işin dalında gəlirlər, bir də başda elə, bir də baş elə, bir cəş elə bilsən. Onda gələk birinin götünü ağaç soxasan, ikinciyə dərs olur. Yoxsa mümkün də bunların götü ağaçda olmalıdır. Polis yox. Bizim polislərimiz göt verən polislər. Bilsən, peysərdirlər, gözünü görən. bizim Azərbaycan polisləri polis adına nöqsandılar. Bilsən özdə seçirlər, harada ki mikrof var, o anası atası özünü qoruyub. Yox, işə götürəndə üzünə qarşı anasını, bacısı, körpəsini var yoxunu söyür. Əgər reaksiya verməsə işə götürür onu. Hə də, o elə azaldan ailədə bizdə Bezdirən, bacım, oğlu da. Əhməd Əhmədov çıxırdı səhər-səhər deyirdi Razvodda ki, hamımızı bacısına soğur. Hamısı da peysər baxırlar Əhmədov özünə. Hə. Axırda nə oldu? Özü də getdi içəriyə. İndi onun üzünə arvadını uşağını söyürlər. Hə. Bunlar belə namussuz, qeyrətsizdir. Bunların qeyrəti yoxdur ki, yaxşı oğlan polisdə işləməz. Bu Azərbaycanda bilsən, yerindən duran inaylı eşyəni, itini, qutuqçunu satan gəldi, girdi polisə. Özdə bilsən də polisə girmək nə qədərdir? Nasıl namus? Hər, deyim də sənə, hər rayonun öz qiyməti var, tası var. Hə. Məsələn, Naxçıvanda mən biləni 10.000 idi. Amma mən bir tanıdığım vardı. Yox, çox nadir. İndi şeydə çoxdur. İndi 10.000 olmaz, nadir, çox olar. 15-16 min manat Fövqəladə Hallar Nazirinə girməkdir. İndi mən
Yol patrul xidmətinə 40 min 50 mindir. Yol patrul xidmətinə baxır hara. Post patrul xidmət, yol patrul xidmətinə Ben başa düşməyim. Bunlar axırda pensiyası nə qədərdir? Ayənlər bunlar gəlib boyda pul verəcək. yox, bilirsən necədir? Bax, yol polisinə yaxşı pul verir. Dövlət təhlükəsizlik xidmətinə də yaxşı pul verir. Amma məsələn belə deyək də, yol polisinə 800 manat, 750-dir, 760-dır, 800 manat pul verir. Paketinə, aylıq paketinə. Çünki onlara bilirsən necədir yol patrul xidmətində, məsələn deyim, mən onları yaxşı tanıyıram. Bax, hər bir yazılan maşından, bildin, neçə faizsi onlarındır. Yəni ki, hər 20 manatdan, belə deyək, 5 manatı onlarındır. Bildin? Onlar da düşürlər elə it balası kimi küçələrə, nə qədər çox maşın tutsalar, məsələ deyirəm, 5 manatdır, bəlkə də 10 manatdır. İt balası kimi düşürlər küçələrə, nə qədər çox maşın yazsalar, bir o qədər gəlir olur. Demək ki, bunlar peysərliklə çörək pulu qazanırlar da, belə başa düşdüm. Çünki Naxçıvanda bilirsən də, Vaiz Talıbov həmişə bunlara silah qabını verirdi, silah qoymurdular içinə. Oraya çörək qoyurdular, dürmək. İşə gələndə dürməyi çıxardıb o silah qabının içindən yeyirdilər. İndi Naxçıvanda bütün polislərin hamısına silah veriblər, təsəvvür edirsən. Dünən səhər, gecə saat 1:00-da gecə axşam atışma olub Naxçıvanda. Niyə? Təsəvvür edirsən. Mən nə bilim, bir dənə polis bir başqasına ateş açıb özünü də öldürmək istəyirmiş. Da polis özünü yox, polis daha özünü öldürür ki. Bilmirəm də nə məsələdir, sən onu aydınlaşdırın da, neçə gündür dünəndən onu mənə bir dənə... Yox, biyaqları Dövlət Təhlükəsizlik Xidmətinin bir əməliyyatına baxıram. Deməli, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatında bir evə daxil olurlar. Harca bir 10 nəfər, 12 nəfər. Və həmən 12 nəfərdə gəlirlər bir 3 nəfəri oturan yerdə tuturlar. Nadir, Allah Nadir, biabırçılıqdır. 12 nəfər Dövlət Təhlükəsizlik Xidmətində, polis işçilərində də, o polis yazılanlar da Dövlət Təhlükəsizlik Xidməti işçisidir ya. Heç vaxt Dövlət Təhlükəsizlik Xidməti girdiyi içəriyə, ora polisi buraxılmır. O polis formasında olanlar da Dövlət Təhlükəsizlik Xidməti işçiləridir. Nadir, bunların heç birində qandal yoxdur. Qışqırırlar ki, ay qandal gətir, orada qışqırır, ay qandal gətir. Siz necə polis, necə əməliyyata getmişsiniz ki, üstünüzdə qandal yoxdur. Mən sizə deyim, eləyin, üstünüzdə qandal yoxdursa, girirsiniz bu maşın zapsası yerinə, orada belə uzun nazik jilkalar var, belə keçirsən, zızt elirsən, bağlanır. Hər öz ölçüsü olduğunuz adam qoyun cibinizə. Hə? Spirit deyirlər ona. Hə, ondan qoyun cibinizə, ondan heç olsa bağlayın. Əməliyyata getmişsiniz, cibinizdə qandal yoxdur. Qoyun da cibinizə qandal qoyun da. O, nə bilir, vermirlər sizə. Sədrəkdə satırlar da. 6-cı, 8-ci zərcili satırlar. Onlara işi sallanan bir tullanan verir də İlham Əliyev. Aa, yox, 12 nəfər adam bir-birinə nə deyir? Səndə qandal var, səndə qandal, o deyir, yox, qandal gətirir maşından, o deyir, bu maşında qandal yoxdur. Bunun üçünü tutublar, 3 dənə adam tutublar. 3 dənə adam tutublar. Allah haqqı cibdə, polislərdə qandal yoxdur. Dövlət Təhlükəsizlik Xidmətində qandal yoxdur. Biabırç, onu da götürüb eləcə veriblər efrə. Vallahi ayıbdır ya kişi. Qandal verin onlara, onları təmin eləyin. Avropada hər bir polisdə qandalına kim olur? Çünki, nə bilim, cinayətkar olar, nə bilim, içkili insan olar, yəni hər bir şey ola bilər də, yəni hər bir şey ola bilər ki, ən azından onu qoluna qandal vurub həbs etməkdən ötəri. Öyrənin də Avropa polislərindən, biraz Avropa mən bir də belə səslənərdim ki, sizdən çox xahiş edirəm, bir də Avropa polislərindən baxıb, biraz mədəniyyət götürərdiniz, mədəniyyət. İnsanlarla danışıq, insanlarla ünsiyyəti götürərdiniz ki, Avropa polisləri insanlarla necə səmimi, necə dürüstcəsinə, necə yaxşı söhbət edirlər, yəni onu götürərdiniz. Bizdəkilər hamısı qəhbə şeydirlər də, narkotiklə, görmürsən, narkotiklə, kimi baxsın narkotiklə içəri basınlar. Narkotiklə şərəsinlər, böhtən açsınlar, götürsə basınlar içəri.
biz düzəlməyəcək. Bu Azərbaycan xalqı düzələndə də qardaşım. Yox, yox. Rəhbərliklə gəliblər həyata. Yox. Yetişdirib bu polisləri ki verirlər, İlhama ki gedir xidmət edən İlham Əliyevə. Bunlar qəhbə kimi gəliblər həyata, qəhbə kimi də gedəcəklər. Çünki orada hər kişi işləyə bilmir. Hayındır onu mən sənə deyim, mən tanıdığım polislər də var, işdən çıxıblar. 3 ay işləyiblər, çıxıblar. Çünki Məsələn, bir neçəsini tanıyıram, bu da Almaniya. Gəliblər, buradadılar. Mən onlara sual verdim, dedi Nadir, mən o qəhbəlik eləyənmərəm. neçə il işləyib ki o polislər? Neçə il işləyib o polislər sonra çıxıb? Ay, işte 5 ay. Mən adam tanıyıram, Avropadadır. Gəlib, deyirəm neçə il işləmişsən, deyir 12 il. Daha sonra 12 il işləmişsən, yuxu sıxışdırmadım özümə. Deyirəm rəhmətli nəvəzi. 12 il işləmişsən, 12 ildən sonra gözümə sıxışdırmadım. Yox, həmən dediyim bir 5 ayda işləyibdi, çıxıb. 12 il işləyib, bir ki bu özünə sıxışdırmayıb. 12 ildən sonra gəlib belə özünə sıxışdırmadım. Bir də işə götürəndə deyirlər ki, nə bilim dövlət sirri, nə belə gəldi, belə getdi. Deyir, özü də söyürdü, uğraş deyərəndən çox pis söyürdü. Deyir, yox, oraya kişi işidəri, Nadir deyir, mən 5 ay işlədim, deyir, gördüm, yox, deyir, qəhbələ plan qoyurlar, gəlirlər, deyir, məsələn, sifariş edilir, 3 nəfər çıxılır postlar, birinə yazmalıyıq da. Deyir, bir dənə maşın saxlayıb, məcbur yazmalıyıq. Yazmayanda deyir, söyüş et, kendin onu qəbul edin. Ona görə də deyir, sikim İlhamın da var yoxunu, Mehriban da var yoxunu, sikim bu apardıq siyasətin də içini sikim. Deyir, çıxıb gəlib oturub Avropada. Qutadı getdi. Vallahi həqiqi söyülür, bələşə də bu söyülür. Mən neçəsini tanıyıram, çıxıbdır, sistemə giriblər. Deyirəm, mən niyə onda 10 min, 15 min verdim, girdim bu sistemə. Deyirəm, mən nə biləm, mən bilmədim, belə qəhbəli var içlərində. Mən deyib bilmirdim. Nadir, düzələsi deyil, Nadir. Mən Azərbaycan polislərinə buradan səslənirəm ki, İlham Əliyev rejimini tərk edin, keçin xalq tərəfə. Valla peşman olmazsınız, çox qeyrətli bir tərəfdir, keçin xalq tərəfə. Yəni qeyrətə gəlmək, gec də olsa, yəni gəlmək yaxşı bir şeydir. Keçin xalq tərəfə. Qeyrəti yoxdur, necə Keçin xalq tərəfə. Sən düşünürsən ki, onların qeyrəti var. Qeyrətli oğlan orada işləməz. Mən həmişə demişəm. Qeyrətli oğlan Faqonun qoyar yerə deyirdi İlham, kim sənin işin var yox, mən işləmirəm səndən. Qutardı getdi, gedər fəhləli eləyər, köçər çıxar gedər. Nadir, bir də bunların bilək bir şey var ağızlarında. Niyə gəlib Azərbaycanda danışmırsan? Onu pox yer deyən, onu deyən düşünür ki, hə da gəlsə bura onda narkotik qoyacaq. Biz də bilirik ki, gəlsə Azərbaycana kişi kimi söhbət eləməsin, qəhbə kimi söhbət eləməsin. Çünki qəhbəsiz. Nadir, kim çıxıb, İlham Əliyev çıxıb adamla kişi kimi söhbət eləyər. Nə kişi kimi yox, onun kişiliyi var, onun kişiliyinə soğun bana. Onun kişiliyi var, Pertuğun yekası da özü. Peysər şeydir. Girib nə bilim özü kimi Pertuğların arxasına bana müdafiə edir. İnşallah heç nə demirəm. Bir dənə çevriliş olsa bunların götünü sikib hamısı qaçacaq. Peysər şeydir. Yox, bunlar peysər şeydir onsuz da. Bunlar ömrü boyu onsuz da beləsi gələcək, elə beləsi deyəcək. Çünki Əli Nağıyevidir. Bu Pertuğdular da hamısı Pertuğu müdafiə edə bilmirsə. Bax, bilirsən necədir? Mən sənə bir dənə söz deyim. Nadir, İlham Əliyevi sevən normal bir şəxs də görmədim ki, hansısa anası fahişə İlham Əliyevi sevən normal bir şəkildə çıxıb debat eləyər. Mən bunu dəfələrlə hər dəfə deyirəm, ha. Deyir ki, İlham Əliyevi sevirəm. Deyirəm, İlham Əliyevi sevirsənsə, niyə üzvü bağlayıb, məsələsində debat edirsən? Üzvü aç elə də, deyir, yox. Deyir, İlham Əliyevi sevən də üzvü gizdir. Bilirsən nəyə görə? Bilir ki, tez bir zamanda, gezi tezi var da, hakimiyyət devril olanda bunu götürə qıçımızı soxacaq. Ona görə qorxur. Ehtiyat edir. Sən indi bilirsən, Naxçıvanda mənə təzə bir məlumat gəldi. Əslində bunu vaxtında verməliydilər. Mənim bir dostum var Naxçıvanda. Bilirdilər ki, onun mənlə kontaktı var da, nə olurdu, məlumatı o verirdi. Bu İlham Əliyev bir Götverənin saxta seçkisində İmmenli baxar, təsəvvür etsən, bunun bir qohumu polismiş. Onu çağırıblar Daxili İşlər Nazirliyinə, o da pensiya çıxıb. Deyiblər ki, get filan kəsə denən ki, sən Allah çəkib verəməsin, çək göndərməsin Nadirə. Gör o, sən bunun orada qəhbəliyə baxarsan, təsəvvür edirsən elmir. Mənim özüm seçkidə müşahidəçi olmuşam da, bilirsən, o vaxtlar 2011-ci ildə mənim dırnağımı bu qəhbələr ona görə çıxartdılar. Çünki müəllimələr var, mən də bir dənə müəllimənin videosunu paylaşmışam. İstəmədim üstümdə nəsə yazam. Müəllimə çıxıb fəryad edir, gördün, bilmirəm səhifəmdə. İndi o müəlliməyə altında şər yazmışam ki, axı Tursidində bületeyin keçidib İlhamı müdafiə edəndə bilmirdim bu gün içində
acından sıçıb poxuvu yeyəsən, ay müəllimə. Amma biz götümüzdə proteini soxurdunuz, götümüzdə gətirdiniz. Mən baxırdım qutuya mənə. Nə qədər elədi, mən həmin günü yemək də yemədim. Götlərində qancıq qəhbələr, müəllimələr qarnından çıxadıb protein salırdılar qutulara. Hələ özümə baxa-baxa, gör nə qədər qəhbə sifət müəllimələrimiz var. Gör bizi kim idarə edir bu ölkədə. Bu müəllimələrin ücbatından biz bu günə qalmışıq da. Və kimdir İlham Əliyevi dəstəkləyən kimdir? Müəllimələrdir da. Götündə, tursigində, şeyini, omcığında gətirib bu protein salondura bilmirdi. Kim bu günləri acından öləcəklər? İndi nə olub? Bu gün video paylaşmışım. Girsinlər, baxsınlar, fəryad edir qadın. Deyir, ay dövlət məmurları, mən gedim deyir, oturum metronun qabağında dilənim, mən bir tələbim gətirib əlimə pul qoysa, necə qəbul edirsiniz? Və sən o proteinləri saxtalaşdırıb İlham Əliyev verəndə qabağa bilmirdin, qəhbə indi özün düşəsən belə yalvar yapışa. Onlar sənə nə sikirlər? Onlar öz şeylərini düşünürlər. Oğlanların xarici Avropada yekaldırırlar, Avropada yedizdirirlər, içizdirirlər, sağlam şeyləri onlar üçün edirlər. Onlar nə sikirlər sən adından öldün ya yox. Onlar deyirlər, davay, ver qabağa. Mercedes sən nə sikimin başına soxum, sənin işini var yox, sənin qeyrətini sikim, sənin petoksan, petok. Bunu axçımağını götdü, bundan mən bir dəfə qırmışdım birbirimizdə. Peysər şeydir. Kim sənin 20-cı ağzı? Peysər şeydir o. Onun arabasına tıxıyım. Nəslini var yoxun qoyla gözün qabağına sikirlər yenə qeyrətsiz köpək oğlu. Ana biri var ya, Bəxtiyardır nədir, onun anasını sikim mən. Onunla bağlı bir iki dənə materialla gəldi mənə. Peysərlə belə kişi kimi qazan, nə çörəyi, osturaqla, camaatı şərriyi, narkotiklə içəri qoymalı, görmün balaları. Ay sizi doğanların ağzını sikim o. Sizi gərək vaxtında götürünüzü sikib öldürmək lazımdır. İndi də ayılıblar. Heç Nadir, canını bağlayayım mənim qardaşım. İnşallah ki danışarıq. Yaxşı mı? Gecəniz xeyrə qalsın. Allah amanında qalın. Nadir, xoş oldu mənim qardaşım. Nadir, mənə WhatsAppda yazarsan da. Yaxşı, sənin nömrəni mən bilməm, səndə var nömrə? YouTube'da var nömrəm. Hələ də Siyasi Media YouTube kanalına girəcəksən, orada altda var. Yaxşı, oradan götür mənə bir də WhatsAppda yaz, işim olacaq səninlə. Yaxşı. Dəyərli izləyicilər, gecəniz xeyrə qalsın. Allah amanda qalın. Allah hər birinizi qorusun. İnşallah canlı yayım açacağıq. Canlı yayımda söhbətlər edəcəyik. Gecəniz xeyrə qalsın. Kimin də nə sözü varsa, nə təklifi varsa, YouTube kanalı Siyasi Mediada nömrəm var. Bir də təzə YouTube kanalı açmışam. Az Media kanalına abunə olun. Çox xahiş edirəm. Az Media kanalına abunə olun ki, daha çox insanlar gəlsinlər. Azərbaycanda olan haqsızlıqları orada da işıqlandıraq. Qoy o kanalımızda da daha çox insanlar görsün. Az Media, çox xahiş edirəm. Az Media yazın, görəcəksiniz. Mənim kanalımda yeni kanaldır. Yeni gələnlər ora mütləq takip olun. Gecəniz xeyrə qalsın, Allah amanda qalın. Allah amanda. Ey Allah.